x bərabərdir fx çıx 2 bölünsün fx çıxılsın 3. Burada bizə təyin oblastını deyir ki, bu funksiya, söhbət fx funksiyasından gedir. Fx funksiyası harda təyin olunubdur? M-dan başqa bütün qiymətlərdə, yəni mənfi sonsuzluq m alır təyin oblastı olaraq. Df funksiyası, düzdürmü? Birləşir m müsbət sonsuzluq. Yəni bu o deməkdir ki, ancaq m-nı ala bilməz. Qiymətlər çoxluğu da bu funksiya üçün bizə verilib ki, mənfi sonsuzluq n birləşdi n müsbət sonsuzluq. Yəni bu da o deməkdir ki, Müəllim, n də onda 0 ola bilməz də, düzdür? biz n-i bilmirik ki, 0-dır, 2-dir, 3-dür. Biz o barədə demirik. Məsələn, tutaq ki, n 5 ola bilər. Məsələn, mənfi sonsuzluq 5, 5 müsbət sonsuzluqda qiymətlər çoxluğu təyin olunur. Biz əslində belə baxmamalıyıq da olaya ki, bəlkə 0-dır burada. Yox, biz sadəcə olaraq bu funksiyanı fx şəklinə salmalıyıq. Baxın, biz bu funksiyanı fx şəklinə sala biləriksə, məsələni çözəcəyik. Yox, sala bilməyəcəksə, məsələni çözə bilməyəcəyik. Yəni, tam olaraq əmin olmayacaq. Məsələn, bunu çözmək üçün çarpaz vuracağıq. Doğrudurmu? Gəlin bu rəngi dəyişək. X vurulsun, fx çıx 3. Bunu da gəlin birbaşa vuraq açaq. Birbaşa vuraq açaq. Burada olacaq nə? 3x. Doğrudurmu? Bərabərdir fx çıx 2. Fx-ləri bir tərəfə yığsaq, məsələn, tutaq ki, sola yığsaq və fx-i mörtəzə xaricinə çıxartsaq, nə olacaq? X üstəgəl 1. Daha doğrusu x çıx 1. X çıx 1 bərabərdir 2. X çıx 2. Buradan da biz funksiyamızı almış olacaq. Düzdür? Səhv eləsəm deyil. Hə. Funksiyamızı aldıq. 3x çıx 2 bölünsün x çıx 1. Funksiyamız hazır olandan sonra artıq... Müəllim, demək m 1-dir. Bəli. Çünki nə üçün? Çünki biz bilirik ki, məxrəc 0 olsa, olmaz axı təyin oblastında olmamalıdır. Deməli, onda m-nın 1 olduğu qənaətinə gəldik. Yəni, Mənim tərsini də tapıb, n-i tapa bilərik. İndi buradan bir dənə də mən sizə demişdim, bəzi şeylər olur ki, sonra yaddan çıxır. Həmin mövzuların təkrar, məsələn, biraz sürətli qoya bilərsiniz. Məsələn, 1 ilə baxmayın, tutaq ki, 1,5 ilə baxın. Orada görəcəksiniz ki, mən bunu demişəm sizə. Bu funksiyanın kəsir xətti funksiyalara aiddir bu. Kəsir xətti funksiya yəni nədir? Məsələn, sürətdə də görürsünüz, kx/b var, məxrəcə də kx/b var. Yəni, bu şəkildə olan funksiyalarda ala bilmədiyi qiymət həmişə elə x-in əmsallarının, yəni y-in ala bilmədiyi qiymət odur. Onda biz belə deyəcəyik ki, əgər biliriksə, bilmiriksə, təbii ki, biz burada 3-ü 1-ə böləndə nə görəcəyik? 3 görəcəyik. Düzdürmü? Bax, bu 3-ü qiymətlər çoxluğunda ala bilməz. Yəni, tutaq ki, n bu olmalıdır. Qiymətlər çoxluğunda 3 ola bilməz. Yəni, heç vaxtda y 3 ala bilməz. Aydındırmı? Bilmirsinizsə, təbii ki, tərsini tapıb, tərsindən x-i tapıb cavabı yaza bilərsiniz. Yəni ki, biləcəksiniz. Mənim elə tərsi də göz qabağındadır. Bir əks işarə ilə yuxarı qalxsa, 3 əks işarə ilə aşağı Bəli, qalxsa. tamamilə doğrudur. Yerlərini dəyişirsiniz də, biz demişik bunu. Yəni, 1-in özünü, daha doğrusu 1-in özünü əks işarə ilə gətiririk, bura qoyuruq. 3-ün özünü də götürürük, əks işarə ilə bura qoyuruq. Düzdür, belə idi də. Elə deyilmi? Bəli. Misalı həll edirik. İndi biz burada, tutaq ki də, bunu belə kim necə bilir yazır və nəticədə n-i də tapdıq, m-nı da tapdıq. Yəni, bu sual imtahana rahatca salına biləcək sual tipidir. Çünki biz burada fx-i verilən ifadədən, funksiyadan, x bərabərdə olan hissədən aldıq və sadəcə burada təyin oblası, qiymətlər oblasının da nə zaman alına biləcəyini bildik, n-i tapdıq, cəmlədik və salam. Bizdən m üstəgəlini soruşur, səhv eləmirsə. 1-dən 3-ü topladıq, 4-ü verdik. Aydındır. Fx bərabərdir. Modulda x üstəgəl 3. Bax, bunu da mən funksiya dərsində demişəm, bu tipli sorular. Burada x-in əmsalları... Bəli, onu sonra tapa bildim. Eləmi? Hə, onda heç. Bəli. X-in əmsalları eyni olanda, neçə dənə olur olsun da, məsələn, buradakı nöqtələri kiçikdən böyüyə düzmək lazımdır. Kiçikdən böyüyə. Məsəl üçün, x çıx 2-nin sıfıra çevirən qiymətlərini 2 var, -3 var, -4 var, düzdür? Məsələn, sonra nə var? 7 var. 7 var. Hə, bundan sonra nə etmək lazımdır? Bundan sonra başa düşmək lazımdır ki, kiçikdən böyüyə düzmüşəm.
O deyib ki, median kimi fikirləşin, amma yoxdur da burada. 2 dənəsi qalır burada. Onda belə çıxır ki, bu funksiyaların qrafiki bir növ vanna şəklini alır da. Məsəl üçün, x-a 2 verəndə, bir də -3 verəndə. Burada elə bir ki, sabit bir ədəd yaranacaq. Cüt sayda olanda belədir. Bir düz xət formasını xatırladacaq. Məsələn, bir dənə ya 2-ni qoyun yerinə, ya -3 ya da aralarında bir ədəd qoyun. Fərqi yoxdur. Məsələn, x-ların yerinə tutaq ki, 2-ni qoyduq. 2-ni qoyanda 5 oldu. Buradan da 5 çıxdı. 2-ni qoyduq, 6 çıxdı. Buradan da 0 çıxdı. Düzdürmü? Yerinə qoydum. Nəticədə aldım neçə? 16. Və mən bilirəm ki, artıq burada tutaq ki, 16 ədədi var. Bu 2-ni də qoyanda 16 olacaq. -3-ü də qoyanda 16 olacaq. Arasında nə qoysaz da 16 olacaq. Bu şəkil belə olacaq. Qrafik belə olacaq. Tək sayda olanda V şəklində olur. Yəni qrafiklərimiz modullu funksiyalara aiddir bu. Bu belə. Əgər siz şübhə durumundasınızsa, bunu təbii ki, belə deyək, bu nöqtələrdə ən kiçik qiymət, bu nöqtələrin birində ən kiçik qiymət alır. Ola bilər ikisində də alsın. Bu dediyim kimi gördünüz -3-dən 2-yə kimi. Yəni qiymətləri yerinə yaza bilərsiniz. Baxın, şübhəli durumda -4-ü də yerinə qoya bilərsiniz, -3-ü də, 2-ni də, 7-ni də. Və bu zaman aldığınız ən kiçik qiymət həmin funksiyanın minimum qiymətləri olmuş olacaq. Məsələn, tutaq ki, -4-ü qoyacaqsınız, siz daha böyük ədəd alacaqsınız. Oldu mu? Məsələn üçün, -4-ü yerinə qoysaz nə alırsınız? 1. -4 çıx 7-dən. Burada 11. Düzdürmü? -4 üstəyə 4 0 yazmayaq. -4 çıx 2 6. Neçə alırıq burada alanda cavabını? Bu eləyir 18. 18. Bəli. Deməli, siz -4 qoyanda, məsəl üçün burada, tutaq ki, müsbət 18 alacaqsınız. Yəni, indi bu qrafiklər mövzusudur. Yəni, bu formada bir qrafikdə alacaq. Yəni, demək istədiyim nədir? Siz nöqtələri qoyub, 7-ni də qoyub, görəcəksiniz ki, daha böyük ədəd alacaqsınız. Və bu zaman aldığınız ədədlər içərisindən minimum qiymətlər, yəni, tutaq ki, -3-dən 2-də görəcəksiniz ki, 16 alacaqsınız. Bunu tapandan sonra, təbii ki, sizdən soruşan istənilən sualı həll edəcəksiniz. Məsələn, o deyir, Y-də 18 düz xətti ilə bunun kəsişməsi təbii ki, 2 nöqtədə baş verəcək. Məsələn, əgər 16 olsaydı necə olardı sizcə? Məsəl üçün, desəydi ki, Y bərabərdir 16. Bərabərdir 10. Onda mənim sonsuz sayda. Bəli. Çünki belə gələcək. Çünki orada sabit haldadır. -3-dən 2-nin arasında sonsuz sayda ədəd var. Cavab sonsuz olacaq. Əgər 16-dan kiçik olsaydı, boş çoxluq götürəcəydiniz. Yəni, bir növ, görürsünüz, bu vannanı xatırladır da, ki, vanna təsiri başlayır. Amma dediyim kimi, 3 dənə olanda, amma məsəl üçün, yenə deyirəm, əgər x-in əmsalları eyni olmasa, eyni olarsa, çox rahat şəkildə bu median məsələsi kimi bunu yadda saxlamaq olar. Kiçikdən böyüyə kökləri düzmək. Əgər olmasa, məsəl üçün, gözəl bir yolumuz var. Nədir? Dediyim kimi, həmin nöqtələri, yəni sıfıra çevrilən hər birinin qiymətlərini tapıb yerinə qoyub cavaba baxmaq. Və o cavab sizə yol göstərəcək. Amma yadda saxlamaq. Tək sayda olanda... Bəli, mən elə bu yadımdan çıxmışdı bu forma. Medianı nəsələn tapırdım, sonra nə edəcəyimi bilmirdim deyə. Elə hamısını sıfıra bərabər edib, elə qiymətlərini qoydum. Tək sayda olanda isə, ki, qrafik V formasında gedir. V formasında gedəndə siz biləcəksiniz ki, yalnız burada məsəl üçün tutaq ki, bir kök ola bilər, məsələn burada 2 kök ola bilər və bu formada məsələni çözə biləcəksiniz. Onu da qiymətlər arasından, məsələn ədədləri qoyun yerinə, hansının cavabı kiçikdirsə, ən kiçiyi odur deyəcəksiniz. Yaxşımı? Yəni bir növ təpə nöqtəsidir də, belə götürə biləcəksiniz. Yaxşı. İndi isə başqa keçək. Əgər suallarınız varsa, funksiyada da ola bilər, fərqi yoxdur. Özümüzük başqa nəsə... 13-də 15-ə baxa bilərik. Bununla bağlı çox sual vardı. 15, 16, 17 hamısı bir-biri ilə əlaqəlidir. Mən əvvəlcə bir dənə belə bir sual verin, sonra 15-ə baxaq. Olar elə. Bir dənə bunu deyək, bir dənə görüm, bunu qaldırın. Məsələn, 18 nömrəli sual tipi. Məsələn, deyir ki, y bərabərdir fx funksiyasının təyin oblastı, tutaq ki, bizə verir -1, 2. Bu. Və soruşur ki, y bərabərdir f mötərizədə 1 çıx x bölünsün 1 üstəgəl x. Bax, bu funksiyanın təyin oblastını soruşur. Bu funksiyanın təyin oblastını tap deyir.
Müəllim, mən bunu belə yazdım əslində. Fx funksiyasının təyin oblası -1 ilə 2 arasında deyirsə, bizdə burada x-imiz təyin oblası axı içəridəki olur, f-in içindəki. Yəni ikinci x-imiz y bərabərdir. F-in içindəki 1 çıxsın x bölünsün 1 plus x-dir. O zaman 10-cu da -1 ilə 2 olar. Biz də burada yerinə qoydum 1 çıxsın x bölünsün 1. Sonra oradan x-i tapdım. Necə tapmışdım? Bir dəqiqə müəllim. Orada bəli, x -3-də 1-dən müsbət sonsuzluğa, bir də 2 bölünsün x plus 1-də böyükdür 0-dan almışdım. Aydındır. Sonra x -1 qiymət ala bilməz deyə oradan kəsdirib götürmüşdüm. Yəni bu tiplərdə bu formanı eləyə bilərsiniz. Yəni əsas məsələ yenə mən də təkrar deyim. Demək məsələn 1 çıx x bölünsün 1 üstəgəl x nə götürməliyik? -1-dən böyük olmalıdır, 2-dən kiçik. Bir növ bax bu x-in yerində ev ki bunu qoya bilərsiniz. Vəssalam. Belə eləyə bilərsiniz. Düz deyirəm Zeynəb müəllim? Bəli müəllim. Bəli. Bunu da ayrı-ayrılıqda həll eləyib sistem kimi, yəni ayrılıqda həll eləyib, sonra o cavabların kəsişməsini götürə bilərsiniz. Yəni bunu da, yəni gedişat yolunu həmişə bu tiplər belədir. Bir də üstündə mənfi tərs funksiyalar var, onlara diqqət etmək lazımdır, vacibdir. İndi gəlin test 13-ün neçəsi idi o? 15 idi. 15 dediniz? Bəli, bəli müəllim. Bir dənə baxaq görək test 13-ün 15-də. Deməli, -9 5 parçasında təyin olunmuş bir funksiyadan danışılır. Bu hansı funksiyadır? Deməli, funksiya f x plus 1-dir. Deməli, f x plus 1 funksiyasıdır. Deyir ki, bu funksiya üçün g mötərizədə x çıx 3 bərabərdir f mötərizədə x üstəgəl 3 olarsa, yəni bu funksiya üçün bu şərt ödənərsə, olarsa, sual belədir, g2x-i tap. Əslində bu cür sualların, yəni bir qədər belə sualın qarşılaşmaq ehtimalınız məncə zəifdir. Amma yenə də eləyək. Deməli, bayaq dediyim qayda, x üstəgəl 1 dəyişəni... -9 ilə 5 arasında x məsələn plus 1-ə dediyim tek kimi baxdım. Nə dediniz? Sonra mənfi tek kimi məsələn baxdım. -9 ilə 5 arasında. Sonra t-yi x-də əvəz elədim. Sonra da x oradan tapdım. Amma aşağıda gəlib gx və fx funksiyasında hansından necə qoyacağımı bilmədim deyə belə qaldım. Yəni mən bir dənə öz fikrimi deyim. Biz götürək elə ki, -9 5-in arasındadır. X plus 1-i tapmaq üçün -9-un da üstünə 1 gələk. 5-in də üstünə 1 gələk. Və buradan da biz x-in aralığını tapaq. Deməli, x-in nəyini tapaq? X-a verəcəyimiz aralığı tapaq. X-a verəcəyimiz aralıq olacaq burada hesablanan -8-dir. Burada da 6-dır. İndi buradan qərar verdik ki, birinci bunu gördük. Tutaq ki. İndi tutaq ki, bizə gx-3 verilir. Bunu araşdıraq da bu ikincini. Bunu araşdıraq ki, bu nədir? Neynəmək olar? Biz x-3-ü tapa bilərik də, düzdürmü? Çünki fx-3 söhbətdir. Biz də elə fx üçün tapmışıq. X-in qiyməti -8, 6-dır. Onda x-3 böyük bərabər olacaq nədən? -8-dən. İndi elə ki, bu formada baxıram. Çünki niyə? Bu funksiya üçün, fx-1 üçün bu qayda doğrudursa, burada fx-1 üçün tapdığım x-ları da indi tapıram x-3 üçün. Bir növ belə yazıram. Buradan da alınır nə? 6. -11 3. Deməli, onda x-3-ün, yəni f x-3 ya da x-3 yazaq. x-3-ün aldığı aralıq nə olacaq burada? Bir dəqiqə, mən bunu səhv yazdım. Burada 3 yazmamalıyam. Bir dəqiqə, 3 yazmamalıyam. Tamam, x-i tapıram. Demək, x-3 -8-dən 6-nın arası olacaq. Burada olacaq 3. -11 ilə 3 arasında. -11, 3. Tamam, bunu da buradan tapdıq. Bundan sonra nə edəcəm? Bundan sonra mən fikirləşirəm gx-3-ü tapmalıyam da. Buradakı qiymətləri, tapdığım bu qiymətləri gx-3 üçün də axı arqumentləri bərabərdir. Arqumentləri bərabərdirsə, mən 3-cü addımda, bu 2-ci addım idi. Tutaq ki, 3-cü addımda nə edəcəm? 3-cü addımda x-3-ü tapacam.
x3-ü necə tapacağam? Buranın yerini birazca genişləndireyim. Məsələn, bunu birdən götürək. Tamam. Tapmaq üçün mən burada böyük bərabər yazacağam. Burada da kiçik yazacağam. Bəli, bu dəfə nə edəcəm? Buna görə hərəkət edirəm də, qısa qoyum. Bura olacaq -11 çıx 3, hər tərəfdən 3 çıxıram da. Buradan da olacaq 3 çıx 3. Nəticədə burada da x qazmayaq. Buradan da alıram nə? Məsəl üçün -14 daxil olsun, 0 daxil olmasın bu 3. Tamam. Belə bir şey aldım. Bu aldığım genin daxilindəki ifadə. Genin daxilindəki ifadənin bu aralıqda olduğunu tapdım. Yəni genin daxilindəki bu ifadə x-3-ü, yəni x-3-ün tamamı, x-3-ün tamamı -14 0-dır. Əvəz etmədim də, yəni x-3-ə t demədim, m demədim, belə bir şey. Yəni -14 0 arasında olacaq. Desəz ki, x-3 nədən nəyin arasında idi? x-3 -8-dən 6-nın arasında qoymuşam. Düz yazmışam mı? Bəli. Tamam. Əgər belədirsə, onda biz 2x-i necə tapa bilərik? 2x-də, bəli, 2x elə bir -14-də və 0-a bərabər etmiş olar. Bəli, -14 0 arasında götürəcəm. Yaxşı. İstəyirsə trigonometriyaya qayıdaq. Trigonometriyada nəsə sual? Olur. Trigonometri bərabərçilik eləmisiniz. Oradan biraz bərabərçiliklər azdır sualı. Bəli, azdır, amma biraz suallar vardı. Bəli, çətindir. Test 1-də mənim 20-yə qədər kimisə sual verər, yoxdursa 20. Müəllim, mən az yazmışam bərabərçiliklərdə. Çünki yaza bilmədim. Müəllim, mən yazıram, gəlir cavab yoxdur. Məsələn, mən test 1-də 3-cü sual olaraq, əslində mən deyirəm bəlkə düz yazmışam, amma düz gəlmir. Onda gəlin onda test 20-ni eləyək, dalına da elə test 3 dediniz, test 3-ə baxaq. Olar elə? Bəli, olar. Müəllim, mən bundan çox istəmədim sözünüzü, trigonometrik bərabərsizliklərdən. Çox çalışdım, qaydaları bir də oxudum, siz göndərən dərsə də baxdım. Gördüm, çox yaza bilmirəm. Testim loqaritmadan qaydaları oxudum, yazdım. Trigonometriyadan təkrar nə qədər test yazmışam. Bir də funksiya və qrafiklərdən, həndəsi seslər, dədi seslər təkrar işləmişəm də hamısından MHM kitabından. Yəni bu neçə günü. Təkrar işləməyiniz yaxşıdır. Təkrar çalışın, təkrarı aparın. Yəni onu gözləməyin ki, kimsə desin ki, təkrar edin. Yeni mövzularda sərbəstsiz. Yəni gördünüz ki, vaxtınız var, yeni mövzulardan işləyə bilərsiniz. Bəli. Bunu qaldırın. Bəli, yazmışam. O, yəni boş durmamışam da, bu neçə gün onların üstündə işləmişəm. Hə, amma məsələn, bərabərsizlərin bir dənə şeyi nədir? Məsələn, siz yolları öyrənməlisiniz, amma o misalları həll edəndə bir qədər fərqli qaydalar çıxır. Məsələn, kökdür, kökün altında kosinus var, sinus var. Biz onları eləyəndə çətinlik çəkirik. Onları gərək soruşaq ki, gedişləri başa düşək. Məsələn, gəlin bunu eləyək. Demək, 2 arcsinus 2x çıx 5 üstə gəl, bu 5 olsun. Üstə gəl 3 arccosinus yenə 2x çıx 5. Belə bir şeydir. Aha. Biraz Mənim təhlükə yazanda kök altında 2-nin kvadratı plus 3-ün kvadratı yazırdıq. Yenə elə yazıb, kiçik bərabər eləyəcək 5 bölü 3-də. Necə yazırdınız bir də deyin? Məsələn, burada deyir ki, ən kiçik qiymətini və yaxud da ən böyük qiymətini sinus kosinus x-də. Məsələn, 2 sinus 2, 3 kosinus 2. Ən böyük qiymətini soruşur və yaxud da ən kiçik qiymətini soruşur. Yazırdıq. Kök altında 2-nin kvadratı üstə 3-ün kvadratı. Bəli, köməkçi bucaq daxil etmə düzdür. Düzdür? Bəli, deyirəm bunu ondan yaza bilirik. Yox, bu arcsinusdur. Bu ayrıca funksiyadır. Bu biz belə eləyəcəyik bunu. Müəllim, mən hər tərəf burada sinusladım. Sinuslamaq bilirsiniz necə? Biraz sadələşdirəndən sonra eləməkdə fayda var. Məsələn, arcsinus tutaq ki A, üstə gəl arccosinus A-nı bilirik də biz. 1/2. Bəli. Biz burada yüngülləşdirmə aparmalıyıq. Əslində, məsələn, pis sual deyil də bu. Baxın, bu sualda nə etmək lazımdır? Yəni o 2 qiymətlər eyni olacaq 2x-5. Bəli, orada ev ki 2-nin mərkəzi xaricində çıxarsa, bəli, 2-dən pi bölü 2 alınacaq. Birbaşa yazıraq. 2 dənə pi bölü 2 alınacaq. Üstə gəl bir dənə arccosinus qalacaq. Bax, əsas iş buradadır.
Bunu mütləq eləmək lazımdır ki, balacalaşsın. Yoxsa öncədən Bəli, nə indi tələb? daha rahat olar. Bəli. Bundan Onda sonra PKS də digər tərəfə olacaq. hə, Arkosinus 2x+5 kiçik bərabərdir. Pi bəli. Pi bölü 2. bölünsün. Arkosinus 2x çıx 5. Bunu birbaşa yazsaq 2 bölü 3 olur. Düzdür? Bəli. 2 bölü 3. Və bundan sonra artıq bunun həll Hər tərəfi olunması üçün kosinus asaq. sizə bir şey deyəcəm. Ümumiyyətlə arc-kosinus bərabərsizliyi, arc-sinus, arc-tangens, arc-kotangens bərabərsizliklərinin bir dənə əmması var. Nədir o əmması? Əgər funksiya azalandısa, o zaman x-in böyük qiymətinə cavab kiçik olur. Yəni mən artıq bilirəm ki, buradakı 2x çıx 5-i götürəndə işarə əksinə dəyişəcək. Kosinusaya bilər. Müəllim, mən bunu bilmədiyim üçün Çox hamısında vacib. eyni işarəni yazdığım üçün səhv Bəli. yaşamamda. Çox vacibdir. Arc-kosinus azalan funksiyadır. Bunu Bəli. onları arc-sinus necə funksiyadır? Artandır, tangens də artandır, Ar- kotangens azalır. Ay sağ ol. Deməli, bu azalan artan məsələsinə görə işarə əksinə dəyişir. Mən bilirəm ki, siz ora kosinus yazmısınız, 2x minus 5-i götürmüsünüz. İşarəni dəyişmədən böyük bərabər yazmadan getmişsiniz. Aydındırmı? İndi mən bir də qabağına kosinus yazmıram. Zaten kosinus 2 bölü 3 olmalıdır bura. Düzdürmü? Yəni kosinuslu yanda bura 2 bölü 3 olur. İşarəni də dəyişəndən sonra misal hazır. 2x çıx 5, amma burada bir dənə də bir əmma var. Nədir o əmma? Yəni bu da maraqlıdır. Ümumiyyətlə arc-kosinusun təyin oblastını nəzərə almalıyıq da. Bunu nəzərə almasaq o da düz gəlməz. Yəni ola bilər burada rol olmasın. Amma məsəl üçün 2x minus 5-in nədən nəyin arasında olduğunu nəzərə alacağıq da. Düzdür, mənfi bir arasında olduğunu nəzərə alacağıq. Onu nəzərə almasaq sabahları bir misal qabağımıza çıxar ki, orada səhvə yol verərək. Elə burada da nəzərə alaq da onu. Çünki demək qoy bunu yazaq. Demək 2x minus 5 böyük bərabərdir. Kosinus bu mənfi 0.5-i verir. Düzdürmü? 2 bölü 3. Yəni bilirsiniz yəqin ki 120 dərəcə olduğuna görə 120 dərəcədə də mənfi 2-də 1 verir. Mənfi 0.5. İkinci rübə düşür. Bunu yazdım. Amma baxın, mənfi 0.5-dən böyük hara kimi gedir? Sonsuza kimi gedə bilər də x-in qiymətləri. Demək ki, burada biz məhdudiyyəti yaratmalıyıq. O məhdudiyyət nə idi? Peçatını vuraq bura. 2x çıx 5-imiz bəli, 1-dən kiçik bərabər, mənfi 1-dən böyük bərabər olmalıdır. Bunu da elə bir ki, sistem kimi bunların daxilində tətbiq eləmək lazımdır. İndiki halda bizə nə lazımdır burada? Bir dənə hara kimi gedəcəm? 1-ə kimi gedəcəksən də. Ona görə belə olacaq da, belə çıxır. Birbaşa yazıram. 2x minus 5 böyük bərabərdir mənfi. Birbaşa deyəndə 2 qat bərabərsi kimi. Kiçik bərabərdir 1-də dayanmalısın. Razılaşdıq bunu. Və bundan da siz necə bilirsiniz elə eləyə bilərsiniz. Sistemdə həll eləyə bilərsiniz. Mən belə yazıram. Buradan da 2x olur 6. 6-nı da 2-yə böləndə x kiçik bərabərdir 3 olur deyəsən. Buradan da mənfi 0.5,5. 5,5-i də 2-yə böləndə 2,25. 5 olmur. 4,5. 4,5 ilə bölürəm. 2,25. Bəli, belə bir şey olur. Belə bir şey olur və cavab A variantı alınır. Maraqlı sualdır. Belə sualları bilmək lazımdır. Çünki arc-sinus A üstəgəl arc-kosinus A-nın pi bölü 2 olması müəllim bilməlidir, sözsüz bilməlidir. Arc-kosinusun da sadə bərabərsizliyini rahatca həll eləməlidir. Yəni bu bilməlisiniz. Bu belə. Sonra 3-də hansı 1-də hansı idi? 3 dedinizsə ona baxaq bir dənə. 1-də 3. Müəllim, mən orada sinus kvadratı yüksəldir saldım. Kotangens Orada x-in elə ayrı-ayrılıqda kotangens x böyükdür bərabərdir 0, sinus x də o zaman kiçikdir bərabərdir 0 olmuş olar. Bir dəqiqə. Sinus x vurulsun kotangens x-dir. Yəqin ki, düz yazıram. Demək ki, kiçikdir bərabərdir 0. Burada deyir ki, pi 2pi parçasındakı həllərini tap. Tamam. Mən elə başa düşdüm. Bir dəqiqə. Hə, belə başa düşdüm. Düzdür. İndi bunu eləmək üçün kotangens zaten kökün altındadır. O müsbət olmalıdır. Mənfi olması üçün sinus x-in Sinus x-də mənfi qalır. Sinus x-in mənfi olmalı. 0 ola bilərmi? Ola bilər. Burada qaydaya görə. Kotangens x-imiz da qaydaya görə böyük bərabərdə 0 olmalıdır. Razılaşdıq bundan. Bu ikisi eyni anda ödəməlidir. Eyni anda şərt ödənməlidir. Kotangens zaten kosinus böl sinusdur. Əgər istəsəz
Bunu da qeyd edə bilərsiniz. Yəni kosinus bölünsün sinus x-dir. Bu da belə. Buradan da belə məlum olur ki, sinus x 0 ola bilməz. Sinus x 0 ola bilməzsə, deməli burada 0-a bərabər hissəni ləğv edək. Yəni sinus x kiçikdir 0 halını yoxlayaq. Desəz ki, əgər biz bunu sinus x kiçikdir 0 halını yoxlayırıqsa, buradan da kosinus x-i, baxın, bunu almışam. Buradan deməli sinus x mənfidirsə, mütləq mənfi olması zorunludur. Kosinus x nə olmalıdır? O da mənfi Böyükdür, olmalıdır. bərabərdir 0. Yox, niyə ki? Bəli, kiçikdir. Bəli. Kosinus x kiçikdir, bərabərdir 0 olmalıdır. Yəni bu ikisi də eyni anda bunlar ödənməlidir. Yəni kotangesdən kosinusa keçdim ki, yəni verəncik baxaq. İndi buna bir yerdə baxanda, məsələn, vahid çevrə çəksəm. Məsəl üçün, sinusun 0-dan kiçik, sinus nöqtənin y-də 0-dan kiçik halları hansılardır? Sinusun 0-dan kiçik halları. Mənim xətti çək. 0 və mənfi pi. 0 və Mənfi pi və 0. Sinus tamam. x-in. Yəni bu hissədə, amma yazaq da, məsəl üçün, ümumiyyətlə 0 bu idi də, düzdürmü? Sinus üçün bu idi və aşağı hissə bizə lazım idi. Aşağı hissədə də, deməli, biz bilirik ki, bura mənfi pidir və burada da 0 yazırıq. Deməli, mənfi pi 0 aralığı. Hələ ki, dövrlərini yazmayaq. Mənfi pi 0 aralığı. Bu sinus x üçün. Bunu yazdıq. Yaxşı. Buradan bir sual. Kosinus x kiçik bərabər 0 üçün nə olacaq? Neçə? Kiçikdir olsa pi bölünsün 2 ilə aşağı gəlsə 3 pi bölünsün 2. Bu adamın başını biraz qarışdırdığına görə gəlin sizə rahat bir yol deyim. Yəni, əgər siz sinusun və kosinusun mənfi olduğu rübü tapa bilsəz, bu boyda onu da tapın, bunu da tapın eləməyəcəksiniz. Birbaşa yazacaqsınız. Gəlin birbaşa yazaq. Deməli, ikisinin də mənfi olduğu rüb hansıdır? İkisində mənfi 3-cü rüb. Başqa rüb də yoxdur. Ona görə də, deməli, ancaq bizə 3-cü rübün halları lazımdır. Yəni, biz 3-cü rübü axtaracağıq. Buradan bura qədər olan yolu axtaracağıq. Bu mənfi pi, nə bilim, 0, onları yığışdıraq. Bir dəqiqə bunu yığışdıra bilsək təzədən. Deməli, burada bir çevrəmiz var və bizə lazımdır 3-cü rüb. Bax, bura lazımdır. Bundan sonra bu rübdə bu bucağı birinci tapacaq. Bu ikisinin arasıdır da. Bu ikisinin arasındakı bucaqları pi 2 pi'də tapmaq lazımdır. Pi buradadır, 2 pi buradadır. Düzdürmü? Deməli, pi 2 pi arasında 3-cü rübə düşən pi ilə 3 pi bölü 2-nin arası olur. Və onda biz elə birbaşa cavabı yaza bilərik. Çünki bizə nə deyir? Bir dənə baxın bura. Bizə deyir ki, sadəcə bərabər parçadakı həllini tap. Parçadakı həlli mənə nə verəcək? Pi verəcək. Pi'nin özünü götürə bilmərəm. Sinus çünki 0-dan kiçik olmalıdır. Düzdürmü? Bəli. 3 pi bölünsün 2 amma daxil olacaq. Göstərəcək. Onda cavabımız nə olacaq? Bizim cavabımız Pi və 3 pi bölünsün 2. Bəli. Pi bölü 2, pi daha doğrusu pi Pi və daxil 3 pi olmadı. bölünsün 2. Hə, 3 pi bölü 2 daxildir deyirsiniz. Niyə? Bəli. Çünki mənim kosinus x kiçikdir, bərabərdir yazdım. Bəli. Mən bu cür misalları rübə salaraq, rübə salıb həll edə bilirəm rahat şəkildə. Ona görə sinusdan kosinusu müsbət, mənfi verəndə o rüblərdən gedəcəksiniz. Və yaxud desəz ki, biz elə kotangesdən gedə bilərdikmi? Bəli, gedə bilərdik. Sinusun mənfi... Bəli, mən kotangeslə getmişdim. Kotangesin qrafikini çəkmişdim. Yox, qrafikini çəkməyə ehtiyac yox. Qrafikini çəkməyə ehtiyac yox. Sadəcə olaraq rüblərdəki işarələrini bilməklə ehtiyac var. Məsələn, 0-dan böyük, 0-dan kiçik. Axı bizə deyir pi 2 pi arasında. Məsələn, biz də onun kim 0-dan böyükdür, kim 0-dan kiçikdir, neçənci rübdə bu, hansı müsbətdir, hansı mənfidir, ona baxsaq, məsələn, burada ona aid suallar çoxdur, rüb məsələsinə düşən sual tipləri çoxdur. Onu biləndən sonra həll edirsən gedir. Əgər desəydi ki, ümumi həllini tap, üstünə də nəyi gələcəkdir? 2 pikaları. Onda deyəcəydiniz ki, siz axı 2 piyə qədər, məsələn, bu sinus x kiçikdir 0, kosinus x kiçikdir 0, bəli, yox, elə 2 pikaları gələcək. Çünki məcbur
Bir də dövr eləməlidir. Bəli, doğru deyirsiniz. Yəni onları gələcəkdən və salam cavab olacaq. Müəllim, elə kotanc eskisinə də baxanda, axı bizə Bəli, kotanc eyni eskisi böyük. Bəs Üçüncü onu rubi deyirəm. yenə gəlib Bəli, çıxır. onu deyirəm. Bəli, üçüncü rübə düşüb, üçüncü rübdən yəni başlayırsan işini görürsən, qurtardı getdi. Yəni kosinüsə keçmək zərurəti yox. Bəli. Deməli, arc sinus x üstə gəl 1 bölünsün x çıx 1 böyükdür pi böl 6. Mənfi pi böl 6'dır bu. Mənfi pi böl 6. Deməli, biz bildik ki, burada x üstə gəl 1 bölünsün x çıx 1 düzdürmü? Nə yazırdıq? Böyükdür Böyükdür sinus sinus mənfi mənfi pi pi bölü böl 6. 6. Sinus mənfi pi böl 6 da bizə verir mənfi 2də 1'i. 2də 1. Mənfi 2də 1-dən böyük. Biz də dedik ki, mənfi 1 şərtini də arc sinus, arc kosinusdan nəzərə alacağıq. Demək, mənfi 2də 1-dən böyükdürsə, bu hara qədər gedə bilər? 1-ə qədər gedə bilər. Düzdür? Bəli, bəli. Onda belə çıxır ki, bunun yerini dəyişsək, bura mənfi 2də 1'i bura yazsaq, bu hissədə də 1'i yazsaq, kiçik bərabərdir 1. Bunu silməliyim. Onda bu cavabı alacaq. Və bu siz belə eləmişsiniz. Müəllim, x orada mənfi 3də 1-dən böyük alınır, amma cavablarda mənfi 3də 1-dən böyük hissə yoxdur. Eləmi? Deməli, x üstə gəl 1, bunu sol atdıq, 1'i sol atdıq, x üstə gəl 1, burada x çıx 1'dir, 1'i sol atanda burada çıx x Üstə gəlsin 1, belə olur. Bu formada 1. 2. Bunu elədim, bu tərəf elədim. Bəli, bəli, bəli. Dedim, bəs o biri deyil. İndi bu tərəfdə də x üstə gəl 1, x çıx 1, üstə gəl 2də 1. Üstə gəl 2də 1. Hə. O da 3x plus 1 bölünsün 2x minus 2 eləyər. Üstə gəl 2də 1'dir. Deməli, gəlin bunu elə belə yazaq da. Elə biraz çalışmayaq belə. Sonra səhv eləmiş olaraq. Buradan da biz yuxarıda nə alırıq? 2 bölünsün x çıx 1, kiçik bərabərdir 0. Bunun özünün cavabını tez yazsaq, nə olacaq bunun cavabı? Kiçikdir. X minus 1 kiçikdir 0. Yəni x kiçikdir bərabərdir 1. Amma 1 ola bilməz. Bərabər deyil. Bunu buradan aldıq. İkincini həll eləsək, ortaq məxrəclə getsək, demək 2x 3x olacaq. 3x olacaq. 2 oradan. Üstə gəlsin 1. Üstə gəlin 1. Bölün x minus 1. Böyükdür olanda cavab nə idi? Böyükdür olanda... Müəllim, aşağıda 2x minus 2 olur. Hə, 2x minus 2. 2x minus 2. Yəni 2-ni tullaya bilərsiniz də. Yəni 2-nin rolu yoxdur. Əslində ona görə tulladım. Amma 2-nin rolu yoxdur. Deməli, indi burada bunu eləyəndə cavab olacaq mənfi sonsuzluq, mənfi 3də 1 birləşir. Bilirsiniz də bunu necə sürətli eləyirik? Müəllim, bir söz deyə bilərəm. Bəli. Müəllim, elə bir ortaq məxrəcə gətirəndə 3x minus 1 olur. Ortaq məxrəc? Hə. 3x plus 1 yazmısınız. 3x minus 1 olmur. Yox, plus 1 olur. Yox, burada ki 2'yə vurdum. Buranı 2'yə vuranda müsbət 2 oldu deyə. Müsbət 2 oldu. Buranda x minus 1'ə vurdum. 1'i 1'ə vuranda mənfi 1 oldu. Müsbət 2'dən də 1 çıxanda müsbət 1 oldu. Hə, aydın. Amma müəllim 3x plus 1 böyükdür 0 olanda x böyükdür mənfi 3də 1-dən olmur. Siz rasional, bu sadə bərabərsidir. Onda bunları təkrarlayın arada baxdıqca. Deməli, mən bunları yanaşı yazanda kvadrat yan-yana yazanda kvadrat bərabərsizliyi xatırladır. 2 dənə kvadrat bərabərsizliyi olanda baş əmsallar müsbət olanda, məsələn 3'ü 2'yə vuranda müsbət eləyirsə, demək ki, onda mənfi sonsuz birinci kök birləşir, ikinci kök müsbət sonsuzluqdur. Bunu ayrı-ayrı eləyəndə səhvə yol verəcəksiniz. Niyə? Çünki 3x üstəyə 1 böyükdür 0 yazacaqsınız, məxrəci də böyükdür 0 yazacaqsınız. Onda gərək 3x üstəyə 1'i mənfi də yazacaqsınız, məxrəci də mənfi yazacaqsınız. Niyə? Çünki sürət mənfi, məxrəc mənfi olanda sonuc yenə düz gələcək. Bu isə 2 dənə sistem deməkdir. Bu isə əlavə iş deməkdir. Ona görə intervallar üsulu var. İntervallar üsulunla da çözə bilərsiniz bu misalı. Amma yenə deyirəm, bunu intervalsız tez eləməyə bacarmalıyıq. 2 dənə vuruq varsa, yanaşı yazanda kvadrat bərabərsizliyi xatırladırsa, ki, onunla eyni güclü bərabərsizliyi olmuş olur. Biz onları yanaşı yazsaq, eyni güclü bərabərsizliyidir. Həlləri eynidir çünki.
Siz evdə özünüz baxarsınız bir də. Buradan da alandan Bəli, bəli. sonra ikisinin kəsişməsində mənfi sonsuz -1/3 götürmək lazımdır. Yaxşı. Demək varmış. Bəli. C variantı. Yaxşı. Sonra neçəyə baxırdıq? 4-cü sual. Baxaq görək 4-cü sualda nə deyir? Sinus x, bəli, bunu buradan biraz qaldıraq. Qaldıraq. Tamam. 4-cü sual əslində belə deyək, asan sual deyil. Lap asan. Amma burada çox asan suallar da var. Həqiqi deyil. Yəni sadəcə bərabərsizlik verir, amma elə tənlik kimi həll eləyirsən. Həqiqətən belə məsələn bu Bəli, müəllim, elələr də var ki, qaydan qoyursan yerinə Məsələn, yazırsan elə sadə düz. burada 10 nömrəli sualda belə bir şeydir. Baxın, kosinus x kiçik bərabərdir 0 verib, uşaq başa düşməlidir ki, kosinus x oradan olur. 0 olmalıdır. Vəssalam, başqa şey olmaz. Düz demirəm? Bəli. Bəli, Bunu da müəllim, elə yazmış. həll eləyəndə pi bölü 2 üstə gəl, pi k yazmalıyıq. Bu konkret bir dənə kökdür deyə bunun yazılışı belə olur. Bu iş şəkli, bunun çoxluğun içində yazılır. Bir aralıq kimi ümumiyyətlə yazmır da bu. Bir dənə ədəd. Yəni o bir dənə ədəd kimi nəzərdə Bəli. tutulur. Bəli. Tamam. İndi keçək bizim indi 10 nömrə gördüyünüz kimi çox asandır, amma yəni sinus x üstə 2-də 1 böyükdür 2 sinus x. Məsələn, bu bərabərliyi həll etmək üçün mənə nə lazımdır? Mənə lazımdır ki, yenə dediyim kimi, sinus x-ə bir t əvəzləməsi gedə bilər. Sinus x-in t əvəzləməsi getmədən deyə bilər. Yəni bu artıq bizim öz ixtiyarımıza qalmış bir şeydir də. Məsələn, kimsə deyir ki, mən əvəzləmə edib gedəcəm. Kimsə deyir ki, mən əvəzləmə eləmədən gedirəm. Olan şeydir, fərqi yox. Məsəl üçün, birincisi nəzərə almaq lazımdır ki, bunun kökün alt hissəsinin müsbət olması lazımdır. Yəni sinus x-imizin mütləq -2-də 1-dən böyük bərabər olması lazımdır. Doğrudurmu? Yoxsa məna olmaz. Və həllə başlayanda kvadrata yüksəldə bilərsiniz. Çünki sol tərəf müsbətsə, sağ tərəf də müsbətdir. Kvadrata yüksəldə bilərsiniz. Əgər kvadrata yüksəlsə, burada amma bir şey var. Bir əmma var. Məsələn, sağ tərəf mənfi ola bilər. Razısınız məndən? Sağ tərəf mənfi ola bilər. Demək, burada iki hal var. İki halın ikisini də yoxlamaq lazımdır. Birinci hal, əgər sinus x mənfi olasa, sinus x mənfi olsa, bu zaman kökün altından çıxan istənilən cavab qalib gəlməlidir. Doğrudur, buna razısınız məndən. Yəni, mənalı qeyd. Əla. İndi, yəni mən bunu t əvəzləməsi edeyim ki, vaxtımı ona çox sərf eləməyəm, amma yad qalsın. Elə onlaynda da belə danışmışam. Eyni danışdıqlarım yadıma düşür ki, orada da elə dedim. Nəysə, indi mən bunu həll eləyəndə sinus x bərabərdir -2-də 1 həll eləməliyəm də. Buradan çıxan cavablar bunu udmalıdır. Yəni, bunun mənası bu nədir? İkisini birləşdirəndə belə bir şey yaranır. Sinus x-imiz 0-dan böyük, -2-də 1-dən böyük. Yəni, bir növ sistem kimi baxaq da. Qoy bunu belə eləyək. Sistem kimi. Sistem kimi baxsa, demək, sinus x-imiz mənalı bütün qiymətlərdə əgər sağ tərəf mənfi olsa, mütləq neyniyəcək? Qalib gələcək. Bu belə. Bunu həll eləsək, nə alarıq? Yəni, t kimi baxsaydıq, elə ki, -2-də 1 0 arası olacaqdı. Deməli, nə olacaqdı? -2-də 1 0 arası. Yəni, sinus x-imiz böyükdür -2-də 1, böyük bərabərdir -2-də 1, kiçikdir 0 olacaqdı. Doğrudur. Bu belə. Bu qalsın burada. Bu birinci işimiz. Keçirəm ikinci işimizə. İkinci işimiz kvadrata yüksəltməkdir. Kvadrata yüksəltdik. Mən təsəvvür edin ki, t əvəzləmişəm. Bunun 2 sinus kvadratı x-in şeyi olacaq, bu olacaq t üstə gəl 2-də 1 kvadrata yüksələndə. Uzatmayayım ki, böyük görünür axı. 4t kvadrat olur. Bunu da biraz bir tərəfə yığanda, gəlin şeyə vuraq da. Gəl belə qalsın. 2-yə vura da bilərik 2-yə. 2-yə vuranda nə olacaq? 8t kvadratı. Düzdürmü? Çıx 2t. Çıx 1. Hamısını sağa keçirim. Kiçikdir 0. Belə bir şey alıram. Doğrudurmu? 8t kvadratı. Düzdür. Bir dənə də yoxlayayım. 2-yə vurdum 2t çıxılsın 1. Ha, tamam. Bunun da kökləri nə olacaq? Sinus bunun köklərini tapsaq. -8-də 1-lə 8-də 5 olur. Mən elə tapmışdım. Elə ona görə qalmışdım. Hə.
Deməli, bunun kökləri başqa şey oldu. T-nin qiymətləri. Bəli. Niyə belə oldu bəs? Ola bilər, amma bəlkə köklərini düz tapmamısınız heç. Onlar mən bir dənə yerə baxım. Hə. Yəni bir də baxın özünüz dəftərinizdə qeyd eləyin. Məsəl üçün Mən Amma bunu 4T üstəgəl 1 vurulsun 2T çıxılsın 1 kimi yazmışdım. necə yazmışdınız? 4T üstəgəl 1 vurulsun 2T çıxılsın 1. 4T üstəgəl 1 vurulsun 2T çıx 1. Belə yazmışdınızsa. Aha. Zaten onu verir də bu. Yəni köklərin biri, demək siz köklərini səhv tapmısınız. Köklərin biri budur, biri budur. Bəli. Cavab da köklərin arasıdır. Cavab da köklərin arasıdırsa, deməli birində T-ni 2-də 1 almışıq. 2-də 1 buradan. Burada da mənfi 4-də 1 almışıq. Düzdürmü? Deməli onda T-nin qiyməti hansı aralıqda çıxır? Köklərin arasıdırsa. Mənfi 4-də 1-dən 2-də 1 arası. Düz dedik. Mənfi 4-də 1-dən böyük. Mənfi 2-də 1-dən kiçik. Köklərin arası. Tamam. Bunu da tapdıq. İndi yuxarıdakından birləşdirməliyik də. Elədirmi? Yoxsa elə deyil. Yəni bu biz daha doğrusu Mənfi 2də 1 yox 2də 1 olmalı deyil. neçə? Mənfi 2də 1 yox 2də 1 olmalı deyil. Ha doğrudan 2də 1. Mənfi 2də 1. Hı hı. Ha. İndi burada bir də biz axı bunu kvadrata yüksəldəndə qərar verməliyik. Nəyə görə kvadrat? Sağ tərəf sıfırdan böyük olmalıdır axı. Biz onu nəzərə almalıyıq. Sinus x-ə də t dedimsə, gəlin bu t yazın da, burada t yazmış. T böyükdür 0 yazmalıyam da. Yəni o şərt daxilində ikinci dəfə mən iş görmüşəm. Demək birinci şərtdə mən qərar verdim ki, sağ tərəf mənfi olsun, sol tərəf kökdən çıxan bütün cavablar ödəsin. İkinci halda mən qərar verdim ki, sağ tərəf müsbət olanda gəlin kvadrata yüksəlir. Demək t sıfırdan böyük. Bunların da bu normal, bu ikisini birləşdirəndə, daha doğrusu kəsişdirəndə nə alınır? Sıfırdan böyükdən mənfi 4-də 1, 2-də 1 arasında son cavab B olur. 0, ikinci üçün deyirəm. 0-dan 2-də 1-in arası. İndi burada sağ tərəfi 0-dan böyük bərabər yazmaq lazımdırmı? Lazım deyil. Yuxarıda nəzərə almışam deyə. Burada da yaza bilərik. Sağ tərəfi yuxarıda nəzərə almışam. Burada nəzərə alaq. T 0-dan böyük bərabər olsa, onda bizim cavabımız burada nə olur? 0 daxil olmaqdan da deyək. 2-də 1-ə. Aydın oldu. Yəni iki dənə sistem tənlik qurduq. Bir tərəf sağ tərəf müsbət olan halda baxdıq. İndiki halı. Bir də bayaqları baxdığımız yuxarıdakı bu hal. Yəni sağ tərəf mənfi olan halda aldığımız cavab da budur. İndi bu cavablar birləşməlidir. Birləşmə də bizim sonuncu cavabımızı verəcək. Cavabları birləşdirə bilirsiniz yəqin ki, mənfi 2-də 1, 0, 0, 2-də 1 arasını birləşdirəndə nə olur? Elə mənfi 2-də 1, 2-də 1 aralığı yaranır. Doğrudurmu? Demək cavabımız mənfi 2-də 1, 2-də 1 aralığı. Amma bu hələ x-in tapılması deyil. Bu sinus x-in tapılmasıdır. Yəni biz sinus x-in hansı arada qiymətlər aldığını tapa bildik. Oldu mu? Bu arada qiymətlər aldığını tapa bildik. Sinus x-in cavabları. Təbii ki, x-in axtarırıq. X-in cavabları da məncə bundan sonra çox çətin olmaz. Nədir x-in cavabları? Mənfi 2-də 1, 2-də 1 arasında. Bunu mən demişdim sizə. Kim deyər? Mənfi pi bölü 6, pi bölü 6. Bəli. Baxın niyə? Bir dəfə də deyim. Əgər buradan 2-də 1 keçibsə, rəngi dəyişmədik, dəyişdik. Buradan 2-də 1 keçibsə, düzdürmü? Bu bizim sinus x-imizin böyük kiçik olduğu aralıqdır da. Yəni mənfi 2-də 1-dən böyükdür, 2-də 1-dən kiçik olan aralıqdır. Yəni biz bu halda aydın mənfi 2-də 1 aşağıdadır axı. Buradadır mənfi 2-də. Mənfi 2-də 1, 2-də 1. Yəni bizə lazımdır bu hissəni götürmək. Bu hissəni. Bu hissəni götürəndə mən məsəl üçün nə yaza bilərəm? Pi bölü 6 yaza bilərəm də. Deyə bilərəm ki, sinus pi bölü 6-da 30 dərəcəni verir. Mənfi pi bölü 6-da da mənfi 30 dərəcəni verir. Belə bir hala baxsam. Belə bir hala baxsam. Düzdür?
Onda sizcə cavabımız nə çıxacaq? Mənfi p bölü 6 üstəgəl nə çıxır? Pk. Niyə pk? Baxın, mənfi p bölü 6 üstəgəl, indi izah edəcəm. Buradan da pi bölü 6 üstəgəl 2 pk yazmalı. Niyəsini indi izah edəcəm. Bura, yəni cavabımız qurtarmadı, birləşəcək. Bunu belə eləyək. Bu daxil olmasın. Niyə daxil olmasın? Kim deyər? Niyə daxil olmasın? Altda mənfi olur. Bəli. Daha doğrusu kök Bu altında tərəfdə mənfi olur deyə. 2-də 1 var. Bu 2-də Bırak. 1 bir dəqiqə qaldırım bir damcı yuxarı. Məsələn, yuxarı 2-də 1 daxil deyildi. 2-də 1 daxil deyil. Biraz da yuxarı qaldır, mənfi 2-də 1 daxil idi. Məsələn, bir damcı da yuxarı qaldırsa, mənfi 2-də 1 orada bərabər var. Bax, ona bəzən onlaynda da fikir vermirəm. Bax, mənfi 2-də 1 daxil. İndi mən burada daxil olmayan hallarını götürdüm. Mənfi 1. Niyə pk gəldi üstünə? Çünki tutaq ki, məsələn deyək, bunun arasında 0 dərəcə var, ödəyir. Düzdürmü? 0 dərəcə buradadır da, burada ödəyir. 2-də 1-dən balacadır, mənfi 2-də 1-dən böyükdür. Eyni zamanda 180 dərəcə gələndə gəlib bura düşür. Çünki burada bizə lazımdır, burada lazımdır. Yəni ikisinin arası olduğuna görə bizə bu hissə də lazımdır, bu hissə. Bu da 180 dərəcədən bir təkrarlanır. Məsələn, tutaq ki, siz bura bir 15 dərəcə, mənfi 15 dərəcə qoyun, müsbət 15 dərəcə. Müsbət 15 dərəcə qoyandan sonra tutaq ki, buralarda bir yerdə 15 dərəcə var. Üstünə də 180 gəlsəz, yəni əgər, məsələn, baxın, yaşılla qeyd edin. Yaşılla. Görün, bu olacaqmı? Yaşılla qeyd elədik. Tutaq ki, 15 dərəcə burada idisə, 180-dan da 15 çıxanda maraqlı bir şey gəldi. Gör, ox gəldi, çıxdı. Bir dəqiqə. 180-dan da 15 çıxanda, yəni burada ödəyirsə, demək burada da ödəyir. Anlaşıldı? Ona görə də pika gəlmişəm. Bəs birləşir nə? Birləşir nə olacaq? Kim deyər? Birləşir nəyi yazmaq istəyirəm? Bərabər olan, 2-də 1-ə bərabər olan halı. Mənfi 2-də 1-ə bərabər olan halını götürmək istəyirəm. Məsələn, bu hissənin, nöqtənin qəbul olunması və təbii ki, burada da bu nöqtənin qəbul olunması lazımdır. Yəni, bir növ biz onu keçmişik də. Mənfi 2-də 1-ə bərabər qıraqda yaza bilərsiniz. Sinus x bərabərdir mənfi 2-də 1. Onda nə alınır? Alınır mənfi 1 üstü KC variantıdır. Mənfi 1 üstü. Mənfi 2-də 1 olanda bunun üstünü 1 vahid artırırdıq. 1 vahid artırırdıq. Pi bölü 6 yazırdıq. Tənliyi həll eləyəndə də. Düzdürmü? Bu sadəcə bir kökdür. Kökü yazırıq burada. Kök. Üstə gəl. Pi n yazırdıq. Bir dənə kök budur. Yəni bunu da birləşdirir. Yəni B variantı deyilmiş. C variantı doğru cavab imiş. Aydındırmı? Çətin sualdır. Bu nisbətən hiss olunur ki, çətin sualdır. Yəni burada ikisinə də fikir verməlisiniz. Yəni kök var, kökdən kənarda sinus var və bunları da belə həll eləməliyik. Yaxşı. Başqa? Məsələn, 2 pk arasında qoysaydı, digər yuxarı və aşağı düşəcək. Artıq bucaq yaradır. Ona görə elə götürürlər. O ev ki, mənfi 2-də 1, müsbət 2-də 1 olanda həmişə. Məsələn, biri ev ki, əks ədədlər olanda, sinus bundan böyük, bundan kiçik olanda cavablar həmişə o pk əlavə olunmasından gedir. Yaxşımı? Bunu da indi siz tutaq ki, onu indi bilirsiniz. Amma mən onu bildiyimə görə birbaşa yazıram ki, bu şeylər olacaq da. Çünki orada təbii ki, onu da həll eləmək vaxt etkisidir də. Təzədən bir də sinus x 2-də 1-dən kiçik, mənfi 2-də 1-dən böyüyü həll eləmək nə qədər vaxt gedir? Mənə elə gəlir. Ona görə də bunu da indidən bilməyiniz yaxşıdır. Simmetrikdir də çünki. 2-də 1, mənfi 2-də 1. Bəs müəllim, burada C variantında birləşmə veribdir. Baxa bilirsiniz oradan. Qoy baxın bir dəqiqə. C variantında birləşmə verib. C variantında birləşmə, baxın. C variantında birləşmə verir, bəli. Bəli, o ikinci halı bəs hardan çıxarıbdı? Yəni birləşmənin ikinci halı. O C variantıdır bir üstü ki, doğru cavab C variantıdır ki,
Bəli, Axı B variantıdır. Mənfi pi bölü B 6 variantı. üstəyə pi k, pi bölü 6 üstəyə pi k. Dəqiq baxın, bəlkə mən səhv baxmışam. Burada Test 2-də 4-cü sual bəli. C variantı düşür. Amma bəlkə mənim testimdə səhvlik var. Yox, yox. Elə çünki mənfi pi bölü 6 üstəyə pi k bu gəlib ödəyir də. Bunu bir... Məndə də kitab var, təzə kitabdır. Aha. Məndə də C variantı. Yəni mənfi 1 üstü k plus 1 də ödəyir. Bəli, elə yaz. Bir dəqiqə. Mənfi 1 üstü k plus 1. Bəlkə belə bir şey eləyək onda. Bir dəqiqə. O niyə ödəyir? Mənfi 1 üstü k plus 1 pi bölü 6 üstə gəl pi k niyə ödəyir? Sizcə niyə ödəyir? Bəlkə mənfi pi bölü 6. Bəlkə Aha. mənfi 2-də 1 qiyməti bizə ayrı verilibdir. Məsəl üçün bir dəqiqə. Sinüsün. Mənfi pi bölü 6 üstə gəl pi k. Burada bütün ədədlər bura daxildir axı. Bunun nə mənası var ki? Burada olanların hamısı bura gəlir ki, içində. Onun yazılması nə əhəmiyyəti var ki? Mənfi 2-də 1-dən böyük olacaq. Böyük olacaq yuxarı. Sinusun cavabları. Bir dəqiqə. Sinusun cavabları. Düz yazmışıq da. Sinus mənfi 2-də 1-dən böyük. Y-i yuxarıdır. Məndə də mənfi 30-dan müsbət 30-un arasını götürdüm. Bir dəqiqə fikirləşim. Buradan da üstünə dövrü gələndə, kaya 1 gələndə, lap kaya 1 gələndə nə olur? Pi çıxılsın pi bölü 6. Yəni gedir düşür də ora. Yəni onsuz da cavabda C variantında var. O birisinin oranı. Bəli, ikinci dəfə niyə birləşməni yazıbdı? O biraz mənasızdır. Bir dəqiqə baxın, mənfi 1 üstü k. Elə belə buradan baxın, bir dəqiqə. Pi bölü 6 üstə gəl pi k-nı, k plus 1 özdə. Pi k-nı götürür. Məsələn, tutaq ki, k-ya cüt verdim. K-ya cüt verəndə burada oldu pi bölü 6 üstə gəl 2 pi k-lar. Zaten mən burada k-ya 2 verəndə o 2 pi k-nı alıram. Bu belə. Bu demək ki, işimə yaramadı. Onsuz da var da məndə. K-ya tək ədədlər verəndə mənfi pi bölü 6, yəni k-ya nə verəndə? K-ya mənim cüt verəndə yuxarı mənfi olmur. K-ya məsələn 2 versə mənfi 1 üstü 3 olur. Doğrudur. O Evet, mənfi fikir bölünsün. verməz. Doğrudan. Deməli, k-ya cüt verəndə, məsəl üçün, k-ya nə verəndə? Məsəl üçün, tək 2 versək, yuxarıda mənfi pi bölünsün 6. Deməli, bir dəqiqə. Cüt verdik, oldu mənfi pi bölü 6. Düzdür? Üstə gəl. Bəli, plus 2 pi k. 2 pi k. Cüt ver. 2 pi deyək də. Çünki mən k-ya 2n qoymadım. Amma qoyum da 2n qoyum, elə 2pn olsun. Ha, tamam. İndi mənfi pi bölü 6 üstə 2pn qayıdıb ora düşür. Elə burada mən buna k-ya cüt verəndə gəlir ora düşür də. Yəni bu artıq şey görür. İndi məsələn qoy bir dənə də şey qoyum. K-ya nə qoyum? Tək ədəd. Tək ədəd qoyanda bu cüt olur. Tutaq ki, belə oldu. K-ya tək ədəd. Tək ədəd 2n bir dəqiqə k-ya nə qoydum mən? K-ya məsələn 3 Tək ədəd versək. qoydum. Hə, tək ədəd qoydum. Pi olsun ki. Oldu pi üstə gəl pi bölü 6. Pi üstə gəl pi bölü 6. Pi üstə gəl pi bölü 6 hara gəlir düşür? Yerə gəlir bu hissəyə düşür də. Yəni Elə yenə daxil olur. var. Yox, mən ona razı deyiləm. Yəni bu mənim bu aldığımız cavabda bu var. Yəni daha deyə bilmərəm niyə salıblar. Çünki mən belə eləyərdim və cavabı da belə götürərdim. Orada çünki başqa şeyə ehtiyac qalmır. PK-da belə gəlir. Bəli. Müəllim, biz C variantını daxil etməyibdik. Amma ona görə yazmış ola bilər. Birləşmə bir də onu bir dəqiqə, ayrıca. bir dəqiqə. Bu deyəsən tək ədəd götürüb onu bir dənə. Bir dənə tək ədəd götürüb ki, ayrıcana bir dənəsi daxildir. Görürsünüzmü? Fiqurlu möhtəzdə yazır. Yalnız bir dənə bu ödəyir. Yaxşı, yalnız bir dənə bu ödəyirsə. Hə, pardon. Bəli. Heyf, vaxtımıza heyf oldu. Biraz vaxtdan. Burada bərabər işarəsi var. Baxın, bu bərabər işarəsi var. Mən ona fikir verməmişim heç. Siz də demirsiniz ki, mənim orada bərabər işarə. Bərabər işarəsi olduğuna görə, mən tutaq ki, mənfi 2-də 1 ilə müsbət 2-də 1-in arasını tapdım. Bərabər işarəsini də ayrıca yazmaq lazım. Mən də deyirəm bu harda. Bəli, ayrıca birləşməsin. Bəs nə?
Ayrıca birləşir. Müəllim, çünki Hə. heç bir variantda mənfi pi bölünsün 6 olan daxil işarəsi Yox, yoxdur mən deyə. telefondan Bəlkə baxıram. onu Telefonda da Hə. telefon. Yox, ona görə deyil. Telefonda da bir dəqiqə bu niyə silindi hamısı? Bax, mən elə bilirəm o aralıq kimi, heç aralıq kimi də vermir. Birləşir. Yəni aydındır. Nöqtə kimi də bir nöqtə olaraq onun bərabərliyini axı biz orada nəzərə almamışıq. Mən də bilirəm heç o -2-dən 2-dən arasıdır. Demək sinus x-in ayrıca -2-dən bərabər olmasını da əlavə etməliyik. Təbii ki, əlavə etməliyik. Çünki mən daxil etməmişəm axı. Bax, cavabıma fikir verin. Burada amma daxil etmişəm. Pi bölü 6 üstəgəl pi k yazmışam. Amma səhv yazmışam. Çünki bu -2-dən bu digər tərəf bərabər bunu açıq olsaydı. götürürük. Bəli, bunu açıq götürürük. Açıq götürürük. Sinus x bərabərdir -2-1-i də ayrıca həll edirik. X bərabərdir -1 üstü k. Buradan da pi böl bunu üstəgəl 1 eləyək. Artıq oradakı kimi pi böl 6 üstəgəl pi k. Bunu da ayrıca kök kimi buna daxil edirik. Yəni götürürük. Bunların arası ödəyir, amma -2-1-lə 2-1-in arasını ödəyir. 2-1-in özünü də ayrı, -2-1-in özünü də ayrıca həll etmək lazım. Yaxşı. Əslində çox xırda bir şeydir, görürsüz. Çox xırda bir şey, diqqət etmək lazım. Yaxşı. Başqa sual? 11-ci sual müəllim, həmin testdə. İndi 11-ci sual tapana kimi əlim dəydi, uçdu getdi hamısı. Baxaq görək hansıdır. Deməli, test neçədə? Test 2-də 11. Hə, test 2-də 11. Baxaq test 2-də 11. Tangens x. Bunu yazaq, test yazaq. Deməli, tangens x üstəgəl kotangens x böyük bərabərdir 4. Şimdi buna biraz diqqət eləyək. Bunu sinus böl kosinus yaza bilərsiniz. Yəni, sinus böl kosinus. Bəli, elə yazdım. Kosinus böl 2 sinus bölünsün sinus 2x şəklində gətirdim. böyük bərabərdir 4. Buradan deməli o sürət olur neçə? Sinus kvadrat 1 bölünsün sinus 2 bölün. 2x kosinus x. 2 bölünsün. Bəli, sonra da 2 sinus bölünsün sinus 2x 2x. da dönüşür. Böyük bərabərdir 4. Buradan da biz sinus 2x 2 kesişdir 2-də 1. bərabərdir 2-də 1 olur. Belə bir şey aldıq. Doğrudur? Bəli. Aha. Bundan sonrası maraqlıdır. Siz necə getmisiniz ki, bu alınmayıb? Elə müəllim, mən yaza bilməmişdim. İndi yazdım 2 bölünsün sinus 2x. Ha. Burada 2 böl Yəqin ki, var. harda səhv etdim. Burada diqqətli olacaqsınız. Nədə diqqətli olacaqsınız? Axı bu tərəf zaten mənfi ola bilməz. Demək sinus 2x sıfırdan böyükdür. Bax bu ən vacib məqam budur. Yəni siz bunu 2-də 1-dən kiçik hara kimi götürəcəksiniz? Yəni sıfıra kimi sıfır da olmaz. Sıfır ala Sıfır bilmir. daxil deyil. Çünki Sıfır ala məxrəc. bilmir. Bəli, ona görə sıfırdan böyük, kiçik bərabərdir 2-də 1 yazacaqsınız. Və sonra bunu həll eləmək lazımdır. Bunu da həll eləyəndə biz birbaşa 2x-i birbaşa yazacağam bunu. Bunu da baxaq görək necə olur. Pi bölü 6 yazacağıq. Çünki Pi bölünsün 6 və mənfi 7 pi bölünsün 6. pi bölü 6 üstəgəl 2 pi k tələsməyin. Burada nə yazacağam? Mənfi 7 pi bölünsün 6. Yox, sıfırın yerinə. Sıfırdan nə vaxt böyükdür? Hə, sıfırda. Sıfırda. Sinus. Və bununla yanaşı bu biri, ki mən düsturla getmirəm də, düsturla getmədən yazdım. Bir dənə də əlavə vəni də yazım. Və nə olacaq? 5 pi bölü 6 solda olacaq. Düzdürmü? 2 pi k. İndi izah edəcəm niyə. 2x-i deyirəm amma. Kiçik deyil, pi üstəgəl 2 pi k olacaq. Müəllim, niyə 5 pi bölü 6 oldu? Hə, sizcə niyə 5 pi bölü 6 olur? Məsəl üçün, mən neynədim? Pi çıxılsın pi bölü 6 yazdım da. Gəlin onda belə eləyin. Sizin bildiyiniz formanı eləyin. Bildiyiniz forma nədir? Məsəl üçün, siz sinus 2x kiçikdir bərabər 2-də 1 yazırsınız. Bir də sinus 2x ki, sistem kimi bunu işləməz. Normalda bu misalın 2-də 1-dən kiçik olan halı nə idi? Mənfi 7 pi bölünsün 6 və mənfi pi bölünsün 6. hə, çünki 2-də 1-dən kiçik olanda demək bərabər sizə diqqət eləyəcəyik nəyə? Aşağı hissəyə düşür və sağ dəqrəb 2-də 1 istiqamətdə budur getdiyi üçün. və bəli, aşağı hissəyə düşür deyə və biz buradan nə tapacağıq? Deməli, birinci pi bölü 6-nı buradan tapacağıq. Pi bölü 6-nı tapdıq. Bu hissəni tapanda
e, bu Mənfi pi hissədən çıxılsın gedəcək. pi bölünsün 6. Aha, onda olacaq mənfi neçə? 7 pi bölünsün 6. 7 pi bölü 6. İndi buradan bir sual yaranır. Məsələn, mən 5 pi bölü 6 yaza bilərdimmi ora? Məsələn, sizcə yazmağım doğru idimi, yoxsa yanlış idi? Çünki cavablarda mən görmürəm. Bir dəqiqə baxım cavablara. Cavablarda neçənci sual idi? Bir dəqiqə. 11. Hə, 11-ci sual. Cavablarda 5 pi bölü 6 görürəm. Cavablarda heç mənfi qiymət görünmür. Hə, cavablarda belə bir qiymət görünmür. Yəni B variantına nə yazılıb? Mən B variantını oxuyum. 2 pk. Mən bu cavabı almağa çalışıram. Bir mənim düz olacaq, səhv olacaq. İndi baxacağıq ki, görə düzmü eləyirəm, səhv eləyirəm. Məsələn, mənfi 7 pi bölü 6 yazdım ora. Mənfi 7 pi bölü 6. Yəni, çünki bu cavabları biz nə etməliyik? Sonra kəsişdirməliyik də, düzdür? Onda gəlin elə yazaq, sonra da cavabı kəsişdirək. Yəni kəsişdirəndə ücə tapacaq. Amma bir şey var da, bunları belə eləyəndə, ikisini də ayrı-ayrı yazıb eləyəndə, ondansa elə bu ifadəyə fikir verək də özümüz. Məsələn, sıfırdan böyük nə vaxt alır? Gəlin onu fikirləşək. Sıfırdan böyük nə vaxt alır? Sinusun sıfırdan böyük qiymətləri. 0 pi qiymət. Bəli. Deməli, sıfırdan böyük birinci, ikinci rübdə alır da. Düzdürmü? Bəli. Onda belə çıxırmı ki, buradakı hissəni axtarırıq? Məsələn, bu hissəni axtarırıq. 0. Bəli. Bir də burada pi var da. Yəni, bu hissədəki cavablar mənim cavabım olacaq da. Doğrudur, belə axtara bilərik. Bəli. Pi bölünsün 6-dan kiçik hissə və 0-dan da böyük hissə ora düşür. Onda 2x-imizin cavabları bayaq yazdığım kimi pi bölü 6-dan kiçik olmalıdır. Pi bölü 6. İndi bu dövrünü üstünə gərək ki, orada da dövrü var da 2 pi k. Bu olsun. Bəs nədən kiçik olmalıdır? Yəni, pi bölü 6-dan kiçik hara kimi gəlməlidir? Bax, bu vacib məqam burasıdır. Yəni, nə olacaq burada? 2 pi k olacaq da, düzdür? Çünki mən pi bölü 6-dan kiçik aşağı düşürəm də, 0-a düşürəm. 0-ın da üstünə dövrünü gələndə nə yazacaq? Amma burada bərabəri qoymayaq da, bərabəri qoymayaq. Niyə bərabəri qoymayaq sizcə? Çünki 0 ola bilməz. aha, 0 ala bilməz. Bu onda belə olur ki, bura olur 2 pi k. Bu belə. Bunu razılaşdıq da, budur. İndi buradan da x-i tapacaq bu heç. Bu x-i tapacaq. 2-yə böləcəyik, tapacaq da, düzdürmü? Bundan sonra nə olacaq? Buradan 2 pi k ilə pi bölünsün 12 plus pi k-dır. Digər tərəfdə Yəni, digər Yəni- tərəf də var, düzdür? Digər tərəf də var da. O Bəli. digər tərəf bizim işimizə yarayacaqmı? Bəlkə biz bunu səhv fikirləşirik. Çünki tangens x üstəgəl kotangens x 4-dən böyükdürsə, onun mənfi tərəfə düşməsi mümkün deyil bəlkə. Və yaxud da belə başa düşək. Yəni, baxın, indi deyəcəm. Məsələn, sinus 2x mənfi ola bilərdi. xeyr. Cavab olaraq mənfi ola bilməz. Xeyr. Bəli. Tamam. Çünki 4-dən böyük Və yuxarıda yaxud da necə bunu fikirləşə bilərik ki, yəni bizim cavabımız məsələn də indi mən elə belə deyirəm. 0-dan nəyin arasında olmalıdır? Sinus 2x 2-də 1-dən kiçik bərabər götürmüşüksə, sinus x 2x 2-də 1-dən bərabər kiçik bərabər 0-dan da böyük götürmüşüksə, bəlkə onun cavabını yazacağıq. Bura cavabını yazsaq, onda belə cavab var, məsəl üçün cavablarda. Cavablarda məsələn C variantı Yoxdur. birinci hala uyğundur, birinci halı. Birləşmə olaraq ikinci halda yuxarıdakı yazmısınız 5 pi bölünsün 6 plus 2 pi k. Onda belə çıxır ki, Və pi üstəgəl. Bu necə yazılacaq bunu? onda mənim ikinci hal əgər biz 7 pi bölünsün 6 ödəmirsə 5 pi bölünsün 6 yazacağıq. Deməli, Belə əslində çıxır. biz almışıq da bunu. Bunu götürürük. Bəli, bir onu götürəcəyik. Bir də yuxarıda yaşıl hissəni. Bir dənə nöqtə götürməliyik. Hansı nöqtəni? Nöqtəni. Məsələn, 5 pi bölü 6 olanı götürəcəyikmi? 5 pi bölü 6 hara düşür?
Yalnız bu 5 nöqtədir də. paraleldə üçüncü Bu nöqtə. sinusdayım. İkinci rüb. Bəli, bəli. Bu nöqtəni 5 pi/6 kimi yazmaq olur da. Bəli. Deməli mən buranı ona görə 5 pi/6 dedim ki, bu nöqtəni götürəcəm. Bu nöqtədən fikir verin, bu 2x məsələsi var. Burada yazılır 5 pi/6 üstəgəl 2 πk. Ondan kiçik bərabər dedim. Həmin o yerdən aşağı götürəcəm də. Elə ki, oranı atdım. Bəli, bəli müəllim. Biz çünki 5 pi/6-dan əgər Bəli. böyükdür hissələr götürsə Çünki yuxarı çıxmış cavabda olacaq. zaten Bizə mənfilər aşağı. yoxdur. Bəli. Mən artıq ondan aşağı getməliyəm. Yəni 2x ondan 5 pi/6-dan böyük olmalıdır. Yəni elə bir ki, mən pi-yə doğru gedəcəm. Amma təbii ki 5 pi/6 eləyəcək məndə 150 dərəcə. 150 dərəcə. 150 dərəcədən sonra 180-a kimi getməliyəm də. Onda belə çıxır ki 5 pi/6 üstəgəl 2 pk-dan pi üstəgəl 2 pk-ya qədər də gedə bilərəm. Fikir verdiniz? Deməli ki, həm burada mən bunu option yolla getmədim də. Həmişə bildiyimiz yoldan aşağıdan gedək, mənfidən gedək. Yox. Deməli mən bunu fikirləşdim sağda, birinci rub olan hissədə 0 pi/6-nın arasında. Bir də fikirləşdim 5 pi/6 pi arasında. Ona görə demək doğru cavabı, indi bu ikisinin də cavabı varmı? Cavabların birləşməsində belə bir şey varmı? Yoxdursa, biz bunu necə Bəli müəllim, elə C variantı doğru gəlir belə hesabladıqda. C variantında nə yazılıb ki? Pk və pi bölünsün 2 plus pk birləşmə 5 Hə. pi bölünsün 12 plus Hə də pk. yəni pi bölünsün. 2-yə bölmək də lazımdır axı. Biz 2-yə bölməmişik. Bəli, bəli. 2-yə də bölən Təbii. kimi cavabları tapacağıq. Onda belə çıxır ki, onda birinci yazdığım tamamilə düzdür. Bunu artıq iş görürük burada. Biz elə buranı tapandan sonra, tam başa düşəndən sonra, demək qrafik üzərindən getməkdə fayda var ki, onu tam başa düşəsən də bu cürdən biraz mürəkkəb bərabərsizlik gəlir. Və onda belə çıxır ki, burada biz alacağıq x böyükdür, bərabərdir 5 pi böl 12 üstəgəl pk, doğrudurmu? O da kiçikdir pi böl 2 üstəgəl pk. Burada indi siz yazanda orada variantı uyğun yazacaqsınız. Burada da alacağıq x böyük böyükdür, bərabər yoxdur. Böyükdür Pi bölünsün pk 12-dən. olsun. Bir də burada yazacağıq pi böl 12. Demək ki, biz həmişə şey axtarmayacağıq. Nədir adı? Biz elə keçmişik mənfidir, mənfi axtaraq. Oranın dərəcəsi mənfidir, mütləq orada mənfi olsun. Gördünüzmü? 5 pi böl 6 ona görə. 5 pi böl 6 və pi-yə qədər. Demək bu çox maraqlı, lazımdır. Gələcəkdə də məsələn bu cür hansısa bir mürəkkəb məsələləri eləyəndə bu şeyə diqqət eləyəcəksiniz. Ondan sonra görəcəksiniz ki, maraqlı bir şey olur. Yaxşı, qəşəng sual. Başqa? Yoxdur başqa suallarınız? Yoxsa Vardı müəllim, elə biz başqa yerə qeyd eləmişəm, tapa bilmirəm. hə, aydındır. Deməli, onda gəlin mən Test. Bəli, bəli deyin onda. məsəl üçün səhifə 296-da məsələn bir dənə istənilən bir misalı eləyək. Məsələn o 8 9. 8-də eləyək, 8-də eləyək, 9-da eləyək. Bəli, bəli. Çatacaq. Çatmasaq yenidən qoşularsınızsa qoşularıq. Qoşunuz x çıxılsın 2-də 1 vurulsun kök altında sinus x çıxılsın 2-də 1 böyük bərabərdir 0. Deyirdi ki, mənfi pi böl 2 pi böl 2 parçasındakı nəyini tap? Həllini tap. Düzdür? Aha. Deməli biz Sinus 2 pi bölünsün 6 ilə 5 pi bölünsün 6. Kosinus x-də mənfi pi bölünsün 3 ilə pi bölünsün 3. bəli kökün 6 olduğuna görə biz bunun cavabını aldıq. Birbaşa yazaq. Deməli pi böl 6 5 pi böl 6. Bunu bildik. Əslində bu yaxşı şeydir ki, bunlar daha sürətli eləməyi bilirik artıq. Bu çox gözəl bir şeydir. Hər adam bunu bilmir. Bunu biləsiniz. Ona görə də Artıq mənim qrafiki gözümün önünə Bəli, bəli, gətirəm. Elə istədikcə olur da. Məsələn, sizdə bu yaxşıdır. Məsələn, əyanidə oxuyan uşaqlardan bəzilərində çox yaxşıdır bu. Yəni yaxşı effekt verir. Yəni artıq onlar əziyyət çəkir. Əziyyətsiz heç nə olmur ki. Bu əziyyətin sonucunda olur ki, artıq siz onu gözünüzün qabağına gətirə bilirsiniz və rahatca tez yaza bilirsiniz.
Kosinus x-imiz böyükdür, bərabərdir 2-də 1 olmalıdır. Onun da səbəbi kökün altı Mənfi pi müsbətdirsə, bölünsün. o da müsbət. Bəli. Və bunu da biz həll eləsək, Mənfi pi bölünsün 3 ilə pi bölünsün 3 arasında. aferin sizə. Mənfi pi bölü 3-dən pi bölü 3-dən. Amma bircə şərti nəzərə yetirmək lazımdır. Nədir o şərt? Bizim Mənfi pi bölünsün 2 ilə aldıqlarımız bura daxil olmalıdır. Əgər daxil deyilsə, təbii ki, biz onları kəsişdirəcəyik ki, daxil edək onları ora. İndi biz bunları sonucda nə etməliyik? Tapdıqlarımızın kəsişməsi lazımdır. Yəni biz bunları necə kəsişdirək? Deməli, kosinus x-in bu ikisi də eyni anda ödəməlidir də. Razısınız məndən? Yəni bu da eyni anda ödəməlidir. Onda bizim pi bölü 6'mız 30'dur. Bu 150'dir. Zaten burada kəsişdirəndə burada alınacaq. Bu hissədə bunu kəsişdirsək, əvvəlcə bundan. Burada alacağıq pi bölü 6. Təbii ki, pi bölü 2. Düzdür? Yoxsa mən səhv deyirəm? Bəli. Pi bölü 6. Bəli. Aşağıda da pi pi bölü 2. bölünsün 3 ilə. Pi bölü 6 da. Bəli. Və bunu da bundan təzədən kəsişdirməliyik. Mənfi pi bölü 3, pi bölü 3 tamamilə onun içindədir deyə. Bundan tamam kəsişdirməliyik. Bunu da kəsişdirəndə gördünüz çətinlik çəksiniz, dərəcə ilə yazın ki, rahat eləyəsiniz. Bu da kəsişdirəndə təbii ki, mənfilər olası deyil. Olacaq pi bölü 6 30 dərəcə, bir də 60 dərəcə. Pi bölü 3. Pi bölünsün 3. Bəli, bu cavab olacaq. Yəni burada birazca necə əsas məsələ hər iki şərti nəzərə almaq və eyni zamanda mənfi 90-90 arasında həlli tapmaq lazımdır. Yəni indi bunu təbii ki, hər adam bacarmayacaq. Eləməyə çətinlik çəkəcək, amma yəni budur da, olay budur. Əgər bərabərsizlik düşərsə, budur. Məsələn, 13-cü sual bayaqları zoom atandan sonra məsəl üçün gördüm ki, yenə tangensin, kotangensin bağlı bir misaldır. Baxın, tangens x üstəgəl kotangens x kiçikdir. Tangens neçədir o? Pi bölünsün 4. Tamam. Bu da yəni bunu niyə yazdım? Bayaqları tangensin, kotangensin cəmi böyük idi 4-dən. İndi verir kiçikdir 4-dən. Yəni biz bunu sadələşdirəndə bayaq aldığımızı yenə yazaq. 2 bölünsün sinus 2x almışdır. Hal-hazırda tangens pi bölü 4 1'i verdiyinə görə deməli bundan kiçik olacaq. Bax indi burada biraz bunu analiz eləyəcəyik. Sinus 2x məsəl üçün 1 olsa sol tərəf 2 olur, düz gəlmir. 1-dən kiçik olduğu kəsindir də sinus 2x zaten məna məsələsinə görə. Bir dənə buna fikir verək ki, amma mən ödəmir elə də. Demək müsbət olanda ödəmir. Niyə? 2-də 1 qoyanda daha böyük alınır da buna. Müsbət. Zaten Bəli. Koşi bərabərsizliyindən də tangens x üstəgəl kotangens x-in müsbət olduğu hallarda nə idi o? Alırdı 2-dən müsbət sonsuza doğru. Düzdür? Aha. Yəni Bəli. belə bir şey. Amma mənfidə işarə dəyişməli. Bəli. İndi onda belə çıxır ki, sinus 2x-imiz ancaq mənfi olan halda ödəyə bilər. Razısınız da məndən. Sinus 2x ancaq mənfi olanda ödəyə bilər. Mənfi. Başqa halda ödəyə bilməz. Bax bunu düşünmək lazımdır. Məsələn, kimsə deyir ki, niyə 1-dən kiçik olanda ödəmir də müsbət olanda? Deyirəm ki, məsələn 4-də 1 ala bilər, deyir ala bilər. 2-ni 4-də 1-ə bölən nə edir? Deyir 8. Görürsən 8 1-dən kiçik deyil və ona görə də qərar veririk ki, sinus 2x kiçikdir 0 olmalıdır. Bunu da həll eləsək, bunu da həll eləyəndə ən yaxşı yolu 0 ilə mənfi pi ilə 0 arası. bəlkə O da ən yaxşı yolu pi ilə 2 arası yazaq. Deməli, pi ilə 2 pi buradadır. olduğu üçün 2 pi buradadır. Pi ilə 2 pi'nin arası niyə daha çox yazılır? Cavab variantlarına uyğun olaraq. Cavab variantlarında daha çox müsbət, yəni bu hissə mənfi tərəfdən gedən hissədir, amma baxmayaraq məncə mən deyirəm pi ilə 2 pi'nin arası, yəni adətən müsbət tərəfdən gəlmə olur. Yəni adətən abituriyentlər üçün olan misallarda, məsələlərdə aşağıdan olan hissələr yazılır. Burada məsəl üçün daha çox yuxarıdan olan hissələr yazılır. Bu qorxulu bir şey deyil. Yəni siz narahat olmayın. Əsas odur ki, bu şəkli biləsiniz. Sinus 2x-imizin mənfi 1-dən 1 arasında aldığını qəbul etdik. Bu zaman argumentimiz düşməlidir neçənci rübə? 3 pi bölü 2, 2 pi aralığına. Razıyıq bundan. 3 pi bölü 2, 2 pi aralığına.
Deməli, bu daxil olmalıdır. 2x-imiz 2x-imiz də, bəli. 3 pi bölü 2, 2 pi. Dördüncü rübə düşdüyünü. Bu əslində bax bu şeylər çox düşür. Niyə burada belə olur? Məsələn, 2 qat olanda istər-istəməz çətinləşir iş. 2 qat olduğunu nəzərə almaq lazımdır. Yoxsa mən sıfırdan kiçik olacaq, mənfi olacaq, amma yazmıram ki, hara qədər mənfi olacaq. Buradan da x daxildir. 3 pi bölü 4. 3 pi bölü 4. Görün bu var, belə bir şey. Pi. xeyr müəllim 2x-in aldığı qiymət vardı. 3p bölünsün 2 ilə 2p. Amma bu yoxdur. Bir dəqiqə. Niyə yoxdur ki? Deməli, mən nə yazdım? Baxaq bir dənə dördüncü burada daha doğrusu belə deyək də 3 pi bölü 2 pi. Yəni bunların 2 qatını tapsaq nə olacaq? 3 pi bölü 2 mən 3 pi bölü 4 aldım. Bəs yaxşı, bu hansı ola bilər ki burada? Fikirləşək görə bu hansı ola bilər? Bir ağlınıza bir şey gəlmir. Dördüncü rüb olması kəsindir də. Çünki sinus 2x mənfi 1-dən 0 arasında olanda, mənfi ədədlər olanda bərabərsi düz gəlir. Bəlkə belə bir şeydir. Birincisi tangens, kotangens məxrəc 0 ola bilməz. Bunları nəzərə almalıyıq. Mən buna niyə daxil? Bəli, bəlkə onları da. Yox, onsuz da bunların daxil olmasının da bir tangens 270 dərəcədə zaten x-i tapmalıyıq biz. X-in arasında olmalıdır. Bunda onda belə bir şey deyək də. Bəli, 3p bölünsün 2-də qiymət almama söhbəti olsa bəs tangens x-də, kotangens x-in. Necə? Belə deyək. Yəni 3p bölünsün 2-də qiymət almırsa tangens. Tangens x-in qiyməti 3 pi bölü 4 neçəyə düşür? 135, 180. 135 ilə 180-in arasında tangensin mənası yoxdur. Yox, mən 3p bölünsün 2 dedim ona görə. İndi bu da 2x qiymətində maraqlı bir şeydir. Yəni gəl baxaq bir dənə. Bəlkə misal səhvdir, var bir iki dənə misal belə. Məsələn, tangens 135 dərəcə ilə əslində bu bərabərliyin düz gəlməsi tangens 135-də nəyi verir? Mənfi 1-i verir. Kotan 135-də nəyi verir? O da mənfi 1. O da mənfi 1-i verir. Bu da mənfi 2 eləyir. Mənfi 2 də bundan kiçikdir. 3 bölü 4 belə çıxır ki, daxil olmalıdır ki buna. Burada mənfi 1-i bərabər götürməliydim. Bu heç. Deməli, mənfi 1-i bərabər götürməliyəm. Bu tərəf daxil olmalıdır. Bu belə. İndi burada bir sual yaranır. Tangensin, kotangesin cavabları 3-cü, 4-cü rübləri əhatə etməlidir. Bu heç, bunu bildik. Amma 3-cü, 4-cü rübdən sonra biz qərara verdik ki, bu olmalıdır neçənci rüb? Bu olmalıdır 4-cü. 4-cü rübdə 3 pi bölü 2. Bəlkə bunlar şey eləməyiblər. Nə deyim? 3 pi bölü 2 pi var cavabda. D variantında nədir? 3p bölünsün 2 və 2p. Yəqin ki, bunlar bölməyiblər də. Yəni başa şey. Bəli, mən də elə onu. Hə. Onu elə götürüblər. Görün cavabda odur. D variantındırsa odur. Gözləyin baxın mən. Yəni çünki burada bizim günahımız olmayacaq belə görünür. Bəli, mənim. Yox, 13-də bəli. Test gördün. D variantıdır. Onlar onda götürməyiblər. Götürməyiblər də. Əslində məsələn 270-dən bir dənə diqqət eləyək buna, bu məqama. Görək ki, niyə götürməyiblər? Məsələn 3 pi bölü 2 pi arasında istənilən ədədi qoyanda düz gəlməlidir. 3 pi bölü 2 pi bizim nəyimizdir? Bizim 3 pi bölü 270-360 arasında bucağımızdır. Əslində bir dəqiqə 270-dən. Amma əslində götürməlidirlər. Necə bu x bölməlidirlər də. Bunu səhv eləyiblər. O deyirəm də burada səhvlik var. Bu daxildir, biri daxildir. Bu da Müəllim, bu da bir dəqiqə 270. o zaman 3p bölünsün 2-də 0 qiyməti məxrəc 0 ola bilməz deyə. Bir dəqiqə. Məsələn 270 dərəcədə tangensin mənası yoxdur. O heç. Amma məxrəc 0 olanmaz. Amma mən məxrəci 0 götürmədim. Bir dəqiqə. Məxrəci 0 götürmədim ki, mənfi 1 tərəfini götürdüm. Yəni bu mənfi 1. Bu 2 pi belə olur. Bu düzdür.
Hə, onu daxil Hə, etmirsiniz. bunu Bəli. daxil Mən edirəm. dedim bəs. Bunu daxil etmirəm. Belə bir şeydir. O da mən 2-yə bölürəm. 2-yə böləndə bu da etir. 3/4 pi yaranır. 3/4 pi. İndi burada çox maraqlı bir şeydir ki, yəni bunlar heç bunu belə eləməyiblər. D variantda 3/2 pini götürürlər. Yəni bölməyiblər və 2 pini də daxil etmirlər. İndi də 2 pi daxil olmasın o heç. Bəs 3/2 niyə daxil olmasın ki? Gəlin bax, 135-i qoydum ödədi axı. Demək ki 3/4 ödəyir. Lap 3/2-ni qoyaq. Tangents 270 dərəcədə məna var. Tangents 270-in mənası yox. Bəlkə mənim elə yuxarıya görə elə götürüblər. 2x-i nəzərə almayıblar. 3/2-ni də tangensə görə götürməyiblər. Yo, başa düşdüm. Amma məsəl üçün burada biz axı x-i tapmalıyıq. Biz də 2x-i axtarmalı deyilik ki. Məsəl üçün 135 3/2 ilə 2-nin arasında 135 var, yoxdur. Amma mən 135-i yerinə qoyanda cavabı düz alıram ki. Aydındır, cavabı alıram. Bəli. Hə, deməli 3/4 şey. İndi məsələn belə bir şey eləyə bilərlər də bu. Məsələn bu cavablardan hansı yəni bunu ödəyər, belə bir sual verə bilər. Zaten 3/4 ilə pi-nin arasında bir də bu dövrlərin üstünə gəlsək, dövrlərini, yəni pikanı pikadır mı burada yoxsa 2 pikadır? Mənim kotangensi 1/tangens kimi yazıb elə getsək. O nə dəxli var ki, eyni Bəlkə. yola gəlib çıxır. Məsələn, mən əgər bunu səhv eləməmişəmsə, qanunlarla düz getmişəmsə, deməli, təbii ki, burada məxrəcdə sinus, kosinusda onlar 0 ola bilməz. Sinus, kosinus 0 ola bilməz. Zaten mən sinus 2x-i 0-dan fərqli götürmüşəm. Sadəcə -1-i qəbul etmişəm. Yəni 3/4-ü yerinə qoyanda əgər tangens 135 dərəcə, 135 dərəcə mənası varsa, demək düz eləmişəm. 180-a qədər də yəni yolu var demişəm. 180-da zaten mənası yoxdur, götürməmişəm. Yəni yox, bu sualda bizim günahımız yoxdur. Bu sual biz düz yazmışıq. Yəni belə də olmalıdır. Yəni bu formada getməlidir. Yaxşı, bunun başqa yolu olmaz. Bu belə. Sonra orada bir dənə də maraqlı suallardan biri var idi. Yəqin ki, qarışdıracam hansıdır. Bu baxın bir dənə. Amma test 3-də idi. Test 3-də birinci sual idi. Onu yazmışsınız test 3-də birinci sual. O nə üçün maraqlıdır? Orada test 3-dən birinci sualda, yəni biz trigonometriyanın bir qaydası var ki, o qaydanı tətbiq eləmək lazımdır. Bir də Bəli, ondan mənim keçid etdim. bir də 1 bayaq plus kosinus dediniz 2x. 9-cu sual. Bəli. Bir də 9-cu sual dediniz bayaqları. O 9-cu. hə, bayaqları dediniz 9-cu sual. Şeydə test 4-də dediniz, nə dediniz? Bir dəqiqə. Qoy tapım onu. Bəli, siz dediniz sual yazaq desən. Hə, Mən də dedim dediniz 9 ola 9. bilər. O Bəli. 9-a da baxaq. 9 niyə üçün maraqlı suallardan biridir? O da mənim düsturdur. Hə, mən ona görə Tangens. düstur olanlar Bəli. əslində bizə lazımdır ki, bizi yoxlamaq üçün o düsturlardan istifadə edirlər də. Məsələn, 4x çıxılsın 1, bölünsün, sinus 4x, bunu eləyək. Demirəm ha, bunlar Mənfini qabağa atsaq. təbii ki. Tangens 2x kiçikdir, bərabərdir, kökdə 3 bərabərsini həll etmək lazımdır. Deməli, burada kosinus 4x çıx 1 bizim sinus kvadratı dərəcə azaltma düsturumuza bənzəyir. Sinus kvadratı alfa bərabər idi nəyə? Hətta 2 sinus kvadratı 1 çıxılsın kosinus 2 alfaya, düzdür? Əgər biz burada hər tərəfi tutaq ki, -2-yə vursaq, daha doğrusu bucağını dəyişsək, -2 nədir? Bucağını 2-yə vursaq, olacaq belə bir şey. Məsələn, 2 alfa bərabər 1 çıxılsın kosinus 4 alfa. Və oxşuyurmu? Bu hissə elə yuxarıdakı hissədir, bir də əksidir də, düzdürmü? Onun əksində bəli, siz dediyiniz kimi mənfini nəzərə alsaq, olacaq -2 sinus kvadratı nə? 2x. Doğrudurmu? Aşağıda da əslində sinus 2 alfanın düsturudur. Sinus 2 alfanın düsturunu da açsaq, 2 sinus 2 sinus 2x kosinus 2x. 2x. Bu düsturları zaten hamı bilməlidir. Buna toxunmayaq. Yenə tangensə keçmiş olarıq. Da yazaq. Bəli, onu tangensə azad edirəm belə. Tangensə keçmiş olacağıq. Burada olacaq, bunlar geçsin, 2-lər geçsin. Deməli, mənfi
tangens 2x, düzdürmü? Mənfi tangens 2x. Mənfi tangens 3 tangens 2x. 2x üstə gəl 4 tangens 2x bizə verəcək yaxşı bir ədəd verəcək. Nə verəcək? 2 tangens 2x, 3 tangens 2x, tangens 2x da, yəni kökdə 3-ü mənfiyə böləndə işarəni Bölsün dəyişək. Bir dəqiqə. Yox, Bəli. işarəni dəyişək. böyükdür bərabər. Müsbətdir. Yox, yox. Yox, yox, bəli müsbətdir. Kökdə 3 bölü 3 bunu yazaq. Buradan da artıq biz bir dənə Pi bölünsün 6-da bərabərsizlik aldıq. qiymət alır. Hə, bax bu bərabərsizlikləri ona görə öyrənirik ki, bax belə suallar verilə bilər. Biz bunu sadələşdirməliyik, gətirməliyik ən sonda belə bir şeyə və sonra bunun həll aralığını təyin etməliyik. Onu da öz qrafikindən biz onu keçmişəm. Demişəm ki, mənfi pi bölü 2 Bəli, deyəsən demişdim. Mənfi pi bölü 2, pi bölü 2 Mən pi bölünsün 2 ilə pi bölü 2 arasında quracağıq. belə qurursunuz. Sonra pi bölünsün 6-nı işarə etsək. Budur, yəni kökdə 3 bölü 3 bura düşürsə, buradan kiçik olanlar sol tərəfdə Mənfi pi olur. bölünsün 2 ilə pi bölünsün 6 Bəli, arası. bax bu hissəni biz götürəcəyik. Təbii ki, mənfi pi bölü 2-ni götürməyəcəyik. İçi boş, bunu isə daxil edəcəyik Bəli. bu formada. Onda olacaq belə bir şey. Gəlin elə bərabərsizlik kimi, həmişə yazmışam, bərabərsizlik kimi də davam edeyim. 2x böyükdür mənfi pi bölü 2. Amma niyə belə yazım? Bir dəfə də belə yazım. Bir dəfə də belə yazım. 2x daxildir. Deməli, mənfi pi bölü 2 daxil olmamaq şərti ilə dövrü Plus də pika. yəni əlavə yazırıq. Nöqtə virgül. Kökdə 3 bölü 3 pi bölü 6-da verir də. Düzdürmü? Pi bölünsün 6-da Pi və bölü 6-da verir. plus pika. Üstəgəl pika. Burada amma bu daxil. 2-yə də bölsək. Hə, 2-yə də bölsək olacaq mənfi pi bölü 4. Pi bölünsün. Üstəgəl pika bölü 2. Pika bölünsün 2. Burada da pi bölü 12. Üstəgəl pika bölü 2. Pika bölünsün. Aferin sizə. Bu da daxildir, bu daxil deyil. Belə bir cavab varsa, düz al. A variantı. Tamam. Bəli. Onda düz eləmişik. Və salam qurtardı. Yəni biz belə suallara daha çox üstünlük verməliyik, amma təbii ki biz bilmirik ki, hansı sual önəmlidir. Ona görə çalışırıq ki, mümkün qədər çoxlu test çözək ki, bunları yəni öyrənək də belə şeyləri, ən azından bu şeylərin hamısını öyrənmiş olaq. Amma təkcə bununla iş bitmir ki, iş. Biz mövzuları irəlilətməliyik. Ona görə gələn dərsə fiqurların sahəsini oxuyuruq, qaydalarını başlayırıq işləməyə. Məsələn, ilk 5 testi ki, yazmağa çalışırıq. Sonra orada mən artıq bəzi şeyləri deyəcəm fiqurların sahəsində, amma yəni fiqurların sahəsi o birisi mövzular kimi deyil də, xüsusi. Bəzi şeyləri var, bəzi şeyləri önəmlidir, amma qalanlarını əvvəlki bölmələrin köməyi ilə tapacaq. Yaxşı. Başqa sual varsa ona da baxaq. Məsəl üçün, test 5 də ola bilər, gedə bilərik. Birinci sualına baxa bilərik test Neçə? üçün. Test üçün birinci Test üçün birinci sual. Ona əslində müəllim mən getdim biraz şeylər, düsturlarla, amma alınmadı. Hə, tamam. Yəni onu qaldıraq yuxarı. Qalxsa. Deməli, test 3-də birinci sualda nə deyirdi? Deyirdi. Hə. Kosinus 2x kosinus 2x üstə gəl 2 kosinus x bölünsün kök altında 1 üstəgəl kosinus 2x. Orada müəllim kosinus kvadratı x bölünsün 2-nin düsturundan gedib aşağı kök altını ala bilərik. Hə, yəni kökün altında 1 üstəgəl kosinus 2x bizim məşhur düsturlarımızdan biri olmalıdır. Bəli. Hə. Bölək 2 olarsa elə bil kosinus kvadratı x-i vermiş olar. Hə, siz indi dəftərinizdə yazmışdınız bunu, yoxsa indi şey edirsiniz? Yəni bir yerdə baxırıq. Yox, mən əvvəlcə elə onu düşünüb yazmışdım. Sadəcə orasını yazmışam. Jalə müəllimə getməyib, bilirəm. Jalə müəllimə belə şeylərdən qorxub, qaçıb. Yəni özü dedi ki, çətin idi deyə getməmişəm. Düzdür Jalə müəllimə? Bəli, müəllim. Bəli, müəllim, qulaq asıram sizə burada. Yaxşıdır. Amma bu qulaq asdıqlarınızın içində, yəni anladığınız, yəni şeylər var, yəni yoxsa elə belə bəlkə də ola bilir ki, bəzən heç nə başa düşmürlər, sadəcə elə baxırlar. Sonra deyir ki, bu nə Yox, müəllim, testi. var. Hə, əla. Bayaqkını Sadəcə olaraq mən elə bil ki, yazmadığım üçün özüm fikir bildirməkdə çətinlik çəkirəm. O, məsələn, çətin olduğu cavablar alınmadı. Onlarda mən də çətinlik çəkdim. Amma ki, məsələn, axırıncı yazdığınız düsturu yerinə qoymaq,
Onları mən də yazıram. Mən əslində bunlarda çətinlik çəkdim, sona qədər gətirirəm. Sadəcə olaraq elə olur ki, cavab variantda olmur və yaxud da məsələn mən başqa variant seçirəm, başqa variant olur. Yoxsa yəni məsələn trigonometrik düsturları sadələşdirməyə gətirirəm. Aydındır. Yazdım. Məsələn, bax indi burada bu misalda siz Burada müəllim qərar verə bilərsiniz özünüz ki, bu necə olacaq? Jalə müəllimə görə nəsə fikir bildirə Hal-hazırda bilər. müəllim. Bəli. Məsələn, kök altında 1 üstəgəl, başqa şey istəmirəm. Kökün altında 1 üstəgəl kosinus 2x-a nə edə bilərsiniz? Bax, əsas məsələ mənə bu lazımdır. Mənim buna aid bayaq düstur dedik Aha. biz. Bu düsturdur. 2 sinus kvadratı x bərabər idi yazdıq. Aha. İndi yəni onun yerinə nə yazacağımızı desək, deyəcəm əla. 1 üstəgəl kosinus 2x-dir. Normalda bu nəyi verir? Köksüz. Bu nəyi verir? 2 sinus kvadrat x. 2 kosinus kvadrat. kosinus kvadrat x. Aha. Kök altına da salsaq, Kökə də salsaq. kosinus x vermiş ol. Amma indi Kök burada bir altında şey 2 var. vurulsun. Amma burada bir şey var. Mən onu kökdən çıxardanda nə yazacağam? Kökətdə 2 kosinus 2. Kosinus 2x böyükdür bərabərdir -1-dən. Deyil. Yəni mən onu yazanda modulda yazmalıyam. Və bunu yadda saxlamalıyam. Modulda yazmasaq biz onu səhv Hə, etmiş olacağıq. bəli, bəli. Bəli, onu səhv eləmiş olacaq. Bu da təbii ki, misalın çətinliyini artırır da. Amma artırsa da biz onu eləməliyik. Çünki biz bütün mümkün halları nəzərdən keçirməliyik. Bəli, Məsələn- müəllim, mən yazmamışam modulun. Ona görə ixtisar edib axırda da cavabını tapa Bəli. bilərəm. Məsələn, modulda yazdısa, siz artıq nəsə fikir yürüdə biləcəksiniz. Niyə? Çünki bir dəfə deyəcəksiniz ki, mən iki hala baxacam da. Kosinus x sıfırdan böyük olanda zaten məxrəc sıfır olmaz. Ona görə bərabər də sıfıra baxma. Yəni kosinus sıfırdan böyük olan hallar birinci, dördüncü ürümlərdir. Doğrudur. Və bunu nəzərə ala bilərik gedişatda və ixtisar edirəm. İxtisar edəndə 2 bölü kökdə 2 olur. Bu da böyük bərabərdir kökdə 2. Ev ki, Digər bir yerdə tərəfdə keçsə 0 olar. buradan da nəticədə 0 olur. Bəli, Bəli. 0 olur da. Kökdə 2 idi. Onda olur kosinus 2x böyükdür, bərabərdir 0. Zaten kosinus x-i 0-dan böyük almışam, bunu nəzərə alacağam. Bunu həll eləsək görək nə olacaq? Bunu həll eləyim. 2x-in aldığı aralığı yazın birbaşa. 2 bölünsün 2 ilə. Baxın, mənfi pi bölü 2 ilə. Yəni, mənfi pi bölü 2 də alırıq. Dövrün də üstünə yazın. Bəli, bəli. Hə, Pi bölünsün bunu 2. çox rahat şəkildə bunları bilmək lazımdır. Kosinusun 0-dan böyük olan halı, 0-dan kiçik olan halı, sinusun 0-dan böyük olan, yəni 0 elə bir sərhəd xəttidir ki, bunu çox gözəl bilməliyik. Yəni kosinusda Jalə müəllimə bax, bu elə ki, bu xəttləri diqqətə almaq lazımdır və burada simmetrik olur deyə kosinus çox rahatdır da. Yəni mənfisi varsa müsbətini də yaza bilirsiniz. Bax, bunu nəzərə alacağıq. Deməli, buradan olacaq, burada aşağıda yazım. Deməli, pi bölü 2 üstə gəl 2 pi k. Bu belə. Amma burada 2-yə də bölmək lazımdır ki, çünki x-imizi tam tapaq. Burada da x olacaq. Nə olacaq? Deməli, 2-yə böləndə Mənfi pi bölünsün 4 plus pi k. mənfi pi bölü 4 üstə gəl pi k-mız var burada və pi bölü 4 üstə gəl pi k-mız var. Bu da belə. Aha, bu belə. Amma mənfi 45 ilə 45-in arasında bu şərt də ödənir deyə heç bir qorxumuz yoxdur da. Çünki düz gəlir də mənfi 45 ilə 45-in arasında müsbət. Amma müəllim mənfi qiymətində ödəməyəcək. Yox, niyə ödəməyəcək ki? Çünki mənfi qoysaq üstəgələk olur. Üstəgələkdə digər tərəfə keçsə 2 kök altında 2-dən də böyük kosinus 2x-in qiyməti yoxdur. Yox, yəni məsələn neçə dərəcə qoysaz, hara qoysaz ödəmir ki? Kosinus 2x-in yerinə. Müəllim, biz moduldan Bəli, çıxarmaq bir moduldan mənfisi ilə, bir də müsbəti ilə. Bəli. Yox, hələ mənfisini Mənfi yazmamışam ki. Hələ mənfisini yazmamışam. Hə, siz deyirsiniz ki, yəni mənfisində alınmayacaq. Hə, o başqa Bəli, məsələ. bəli. Yox, mən hələ ki bunun cavabını deyirəm ki, bu birinci addımımızın cavabı budur. Doğrudurmu? Dediniz doğrudur. Keçirik ikinci addıma. Onu da yoxlayırıq. Əgər olmasa, bəli, deyəcək ki, burada boş olur da. Kosinus x-i mənfi götürsək, burada olacaq kosinus 2x çıxır. Yəni yoxlamanı dəyər də. Bəzən kosinus x sıfırdan böyük olanda düz gəlməz. Bəzən kosinus x sıfırdan kiçik olanda düz gəlməz. Demək, burada qabağını açanda 2 bölü kökdə 2. Bu da elə kökdə 2-dir.
Buradan da 2 dənə kökdə 2 olur. Kosinus 2x zaten birdən böyük olan hallarda ödəmir. Doğrudurmu? Onda boş çoxluq olur. Deməli burada Bəli. da bu boş çoxluq yaranır və onda cavabımız elə tapıldı. Və salam, bu da bizim cavabımız. Amma burada bir şey var. Bizim cavabımız varmı? Həmişə buna fikir verəcəkdir. Cavabda müəllim 2 pikalar vardı. Pikalı Ha. olan yoxdur. Pikalı olan yoxdur. Qoy mən də baxım, pikalı olan yoxdur. Səbəb pikalı olmamasının səbəbi əslində biz bu şeylərə fikir verməliyik də, pika olacaqmı? Çünki əgər 2 variantda da olsa, pika da, 2 pika da, bax orada durub düşünüb bəlkə mən 2 pika yazmalıydım. İndi gəlin bunu birazca mən sizə belə bir analizi aparım. Deyək ki, biz vahid çevrə idi. Kosinus 2x böyükdür 0 idi. Bir də kosinus x böyükdür 0 var idi. Əslində biz bunların nəyini tapmalıyıq? Kəsişməsini tapmalıyıq. Məsələn, Bəli, kəsişməsini tapmalıyıq. Kəsişmə halında pika olacaq yoxsa 2 pika? Bax, ən vacib məsələ budur. Gəlin ona fikir verək. Deməli, kosinus x-in 0-dan böyük halında cavab nədir? Kosinus x-in 0-dan böyük halında. mənfi pi bölünsün 2 ilə pi bölünsün 2 arasında. Mənfi pi bölü 2, pi bölü 2. Çox vaxtda bilirsiniz bunları yazarkən pikaları ən axırda da yazmaq olar. Deməli, burada 2 pika yazdım, tutaq ki, burada da pi bölü 2, üstəgəl 2 pika yazdım, düzdür? İndi mən bir içinə girdi, siz onu tam başa düşəcəksiniz yəqin ki. Və burada belə, buradan bir sual yaranır. Bununla bunu kəsişdirsəm, cavab nə çıxar? Kəsişmə. Mənfi pi bölünsün 4 ilə pi bölünsün 4, amma məncə mənim 2 pika. Çünki kəsişmədə məsələn dövrü tam olaraq 2 pika olaraq götürərik. Aha. Bu maraqlı bir şeydir də. Yəni ki, bunun cavabının Mənim kəsişmədə ortaq olan götürülür. Aha. Əsl pika götürmək deyil. çox Yəni maraqlıdır. pika 2 pikanın tərkibindədir, 2 pika pikanın tərkibində deyil. Yəni Amma məncə dövr getmək. yox. Yəni nə mənada? Elə bir ortaq həll tapmalıyıq ki, yəni ikisinə də ödəsin də, düzdürmü? Gəlin onda belə bir şey eləyək də. Məsəl üçün birinci cavabı almışıq, mənfi pi bölü 4 üstəgəl pika, düzdür? Məsəl üçün. Amma niyə pika almışıq ki? Bəlkə orada səhv yazmışıq. Baxın bir də fikirləşək. Kosinus x bölü 0 şərtini həll eləyəndə və kosinus 2x-dan kosinus bəlkə elə bir dəqiqə mən bunu niyə belə yazdım ki? Məsələn, buranı sileyim. Bir dəqiqə bura aləm dəyib bir-birinə. Yer balacadır. Bunu da sileyim. Məsələn, sual verirəm. Kosinus 2x böyükdür 0, kosinus x böyükdür 0 almışıq. Düzdür? Burada bir dənə də yazılır. Deməli, hər ikisini almışıq da. Kosinus x də böyükdür 0. Sizcə mən bunun hansını yazmalıyam? İki Yəni əslində bizim məsəl üçün alırıq və yaxud səhv almamışıq. Sadəcə olaraq belə deyim də. Məsələn, tutaq ki, biz mənfi pi bölü 4 üstəgəl pika almışdıq da. Doğrudur. Pi bölü 4 üstəgəl pika ikincini əldə edəndə. Bunu sildim ki, görək. Burada mən bir sual göstərirəm. Məsəl üçün bir baxın deyirəm. Pinin yerinə 1 qoysaz 180 çıx 35 alınır. 180 çıx 45 alınır. 135. Kosinus 135 sıfırdan böyük olur. Baxın. Olmur ki. Kosinus 135 cürbə düşmür. Demək ki, pikadan gedə bilməyəcək. Yəni kəsişmə zamanı siz düzdür, mənfi pi bölü 4 götürəcəksiniz. Pi bölü 4 də götürəcəksiniz. Amma dövr olaraq 2 pika. Amma dövrlərində 2 pika. Bəli. Çünki yalnız mənfi pi bölü 4 pi bölü 4 arasında ödəyir. Bir də qayıdır ora gəlib çatanda ödəyir. İkisi də olduğuna görədir. Bax ona görə də biz cavabı yazanda biz ümumi cavab bunu yazmayacağıq. Bunu da nəzərə alacağıq. Oldumu? Bax çox vacib məqamdır. Ona görə məsləhətim bəzən belə misalları həll eləyəndə Qiymət qoyub yoxlamaq. həm də bu hissələri tapandan sonra məsəl üçün dövr məsələsinə diqqət etmək. Yəni dövrü sonra əvvəlcə bunu tapıb sonra dövrünü yazmaq olar. Düzdür deyə bilərsiniz ki, axı bunda 2x-dir, mən orada pika böl 2 pikadır, pika yazmalıyam elə.
Yəni nəzərə almaq lazımdır ki, e, dövrdə kosinus x-in dövrü gəlib çıxacaq. Amma bunu hardan biləsiniz? Ona görə bir ədəd qoyub oradan tuta bilərsiniz. Yəni bunların kəsişməsi lazımdır. Kəsişmədə 2 pika gedəcək. Ona görə cavab olacaq belə. Pi bölü 4 üstə gəl 2 pika. Bir dənə qiymətdən yoxlaya bilərsiniz. Əslində o hissəsini bu ümumi cavab olmuş olacaq. Yəni demirəm, amma bax görürsüz, burada elə bir sualdır ki, burada incə bir məqamı var, onu unutduq, getdi. Amma belə fikirləşmək olardı. Neçənci rübə düşür? O rübdə ancaq o rübdə iştirak edir. Ancaq o rübdədirsə, demək ki, 2 pika gəlməliyik. Belə bir şey ola bilərdi. Bu belə məncə. Yaxşı, başqa nəsə qaldı? Yoxdur ki, başqa bir şey. Yəni qaranlıq qalan. Yoxdursa yekun var. Bəli. Hə. Yəni Bəli, bu olabilir. axırıncı sualımız əslində maraqlı sualdır. Burada kosinusun sıfırdan böyük olma halı Bəli, düşündürücü. durumu. Hə, orada onun dövrü 2 pikadır. Biz onu pikaya endirə bilmərik. Niyə? Çünki pika məsəl üçün azdır. Amma kosinus x böyükdür 0 deyir ki, mənə ancaq 2 pika olanda məndə alınacaq. Zaten fikir verin. Məsələn, mən bura n qoysam, k-ya şey verəndə, məsəl üçün 2-ni qoyanda, 2 ikinci alınında, bunun qiymətini alır. amma bizə ortaq həll olduğu üçün biz aşağını götürmürük, yəni pikanı götürmürük. Məsələn, baxın, belə dərəcə ilə yanaşsaq, buranı bir dənə qaldırın, buranı. Dərəcə ilə yanaşsaq, necə dərəcə ilə yanaşsaq? Çox qaldırdım. Hə, məsələn, dərəcə ilə yanaşsaq, tutaq ki, kosinusun sıfırdan böyük qiymətləri -90 üstə gəl, deyək ki, 360K-dır, müsbət 90, 360K-dır. Kosinusun sıfırdan böyük qiymətləri. Düzdür? Hə, bu birincini elə ki, ikincidə belə. İkincidə kosinus 2x-da olur -45 üstə gəl nə? 180K, 180N yazın. Buradan da 45 üstə gəl 180N. Düzdür? Bunlar da daxil. İndi biz təbii ki, kiçik götürüb arasına qoymalıyıq da. Dərəcə olaraq kiçiyini götürə bilirik. Kiçiyi götürdük. 45 dərəcə, -45 dərəcə, bunları götürdük. Müsbət 45-i götürdük. Amma üstünə nə gəlməliyik? Əgər biz 180N-i gəlsək, bu çox maraqlı bir şeydir. 180N-i gəlsək, 360K orada qışqıracaq ki, məndə o alınmır. Niyə? Çünki, məsələn, K-ya nə verəcəksən ki, o 180-i alsın orada? Yəni, iş nəyə? Ona görə də biz onun 360K-sını, yəni daha böyüyünü götürməliyik, yazmalıyıq ki, cavabda o düz gəlsin, ödəsin. Ona görə 2 pika yazmalıyıq. Aydındırmı? Yəni, Bəli. hə. Yaxşı. Bir də məsələn deyə bilərsiniz ki, bəs 45-də də burada 90 şey almırıq, 45-i almırıq. Məsələn belə bir sual da verə bilərsiniz ki, bəs orada 45-i almırıq. Biz niyə 90 götürməyək ki? Məsələn deyək də. Çünki -45-45 -90-90 arasında var. -90-90 arasında varsa, deməli mən -45-45-i də birincidə də yerinə qoysam ödəyəcək. Bərabərsizlikdə axı ödəyəcək. Amma üstünə dövr gələndə 360K, bir var 360 dərəcə gəlir, bir var 180 dərəcə gəlir. 180 dərəcə gələndə ki, birinci ödənilmiş olur. Amma ikinci ödəyir. Amma 360 gələndə birinci də ödəyir, ikinci də ödəyir. Bax, əsas məsələ bundan ibarətdir. Buna diqqət eləsəz, əla olacaq. Yaxşı, fiqurların sayəsini işləyirik. İnşallah, deməli, bugün neçənci gündür? İkinci gün. İkinci gün. 6-cı günə görə fiqurların sayəsindən nə bacarırsınız eləyin. Qrupa da atarsınız, söz cavablandıracağım. Bəli. Hə, oldu. Sağ olun, müəllim. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun.